Hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilərimiz. Hər zaman olduğu kimi saatlarımız 10:00 göstərirsə, bu o deməkdir ki, MTV Azərbaycan televiziya kanalının ekranlarında mən Gülnar Səhliyarlının təqdimatında xoş sabahın vaxtıdır. Həftənin sonuncu iş günündən, müqəddəs cümə günündən sizləri salamlayırıq. Təqvimlərimizdə 6 iyun tarixini yaşayırıq və qeyd eləmək istəyirəm ki, əziz və dəyərli izləyicilərimiz, bugün müsəlman dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban Bayramının gününü qeyd edirik ki, bu bayram bizə paylaşmağı, mərhəməti, həmrəyliyi, eyni zamanda inancı xatırladır ki, bu müqəddəs gün münasibətindən bütün müsəlmanları, bütün Azərbaycanlılarımız təbrik eləmək istəyirəm. Allah kəsilən qurbanları, tutulan oruçları qəbul eləsin, tutulan duaları, edilən duaları daha doğrusu qəbul eləsin və bu müqəddəs gün münasibəti ilə də elə dəyərli qonaqlarımız da öz təbriklərini çatdıracaq. Artıq günlərdir anonslardan gördüyünüz üzrə bugün bir çox gözəlliklərdən danışacağıq. Eyni zamanda beynəlxalq müstəvidə dilin əhəmiyyətindən danışacağıq ki, sənətçi dostlarımız bir neçə dəqiqədən sonra studiyamızın özəl qonaq olacaq ki, bu özəl gündə şirniyyatın pişirilmə texnikasından danışacağıq. Bugün rəngarəng proqram sizləri gözləyir. Odur ki, ekranlara bir neçə adım daha yaxın əyləşin. Xoş sabah, yaxın 2 saat ərzində bir çox maraqlı mövzularla bağlı sizlərin maarifləndirilməsində və sözsüz ki, bu bayramı daha da gözəl başlamağınızda vəsilə olmağa çalışacağıq ki, qeydlədiyimiz kimi gözəllik və permanent mütəxəssisi Cəmilə xanım Dürüskəri studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Cəmilə xanım. Hər vaxtınız xeyir, gününüz uğurlu olsun. Bu arada bu nüansda qeyd edin ki, Cəmilə xanım ST School Baku'nun təlim kurslarının dəyərli sahibəsidir. Danışacağıq bir çox mövzularla bağlı və xarici dildən danışırıqsa əgər, beynəlxalq müstəvidən danışırıqsa əgər, xarici dil müəllimi Fidan xanım Rıza. Eyni zamanda ingilis dili sahəsində həm abituriyent, həm də müəllimlərin təkmilləşdirilməsinə dərslər verir. Bu gənc yaşda mükəmməl işlər görürsünüz. Xoş gəlmişsiniz Fidan xanım. Bayramlarınız mübarək, hər birinizin. Mənim əgər rejissorum təsdiq verirsə, mən keçdiyimdə elə qonaqlarımın yanında əyləşim. Qonaqlarımın yanında əyləşim. Mövzularımızla bağlı danışaq. Sabahınız xeyir. Cəmilə xanım, gününüz mübarək olsun. Çox sağ olun, çox təşəkkür edirəm. Hər birinizi salamlayıram, dəyərli qonağımızı. Bayramlarınız mübarək olsun. Bu xoş gündə Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq arzu edirəm. Amin. Fidan xanım. Hər birinizi salamlayıram, bizi izləyənləri də. Bayramımız mübarək əvvəla sizin və sizlərin və bizi izləyən hər kəsin. Fidan xanım, elə söz sizdəykən istəyəcəm, bax siz özünüz haqda, ümumiyyətlə fəaliyyətiniz haqda həm bizə, həm izləyicilərə məlumat verməyinizi xahiş edəcəm ilk olaraq. İngilis dili müəllimi üzrə fəaliyyət göstərirəm bildiyiniz kimi. 4 ildir ki, artıq abituriyent hazırlığı üzrə və təkmilləşdirmə dərsləri üzrə dərslər verirəm şəxsi olaraq. Instagram səhifəmdən də yəqin ki, görmüsünüz. Bəli. Orada bütün fəaliyyətlərimi paylaşıram. Son 1 ildə isə müəllimlərin təkmilləşmə kursları üzrə də müəllimlərə onlayn şəkildə təlimlər verirəm. Bəs sizi bu sahəyə, məhz ingilis dili müəllimi olmağa nə həvəsləndirdi, hansı hadisə? Açığı mən məktəb dövründə heç bilmirdim də, yəni qərarsız qalır onda ki, insan hansı sahə üzrə getsin. Bir ara jurnalist olmaq istəmişəm, müəyyən müddətdən sonra hüquqşünas olmaq istəmişəm, ancaq belə son ərəfədə mən hazırlaşan dövrdə, yəni həqiqətən ingilis dili müəllimi ilə bağlı çox çətinlik olurdu, çünki müəllimlər verirdi, onda belə TQDK-nın qalın hazırlıq kitabları var idi, müəllim onu verirdi ki, gedin bunu əzbərləyin, gəlin, yəni belə deyim də, heç bir anlaşıq olmadan, müəllim izah eləmədən, ancaq testi verirdi, yəni çox qarma-qarışıqlıq olurdu, xaos içində olurdu, hətta yadımdadır ki, 3 müəllim dəyişmişdim abituriyent vaxtı. Ballar açıqlanandan sonra da yazmalı olan yerlərdə elə birinci ingilis dilini yazdım və ingilis dili müəllimliyi üzrə də başladım. O istiqamətdə də başladınız, nə gözəl. Məktəb dönəmindən danışmışkən Cəmilə xanım, məktəb illərinizi daha çox hansı fənni sevirdiniz? Ümumiyyətlə, ingilis dilinə marağınız necə idi? İndi dillərə ümumiyyətlə bilirsiniz, normalda deyirlər ki, kimin absolut nüsluğu var, onun dillərə marağı qalsın bir yana, dilləri öyrənmək qabiliyyəti daha çoxdur. Və əlhəmdülillah ingilis dilini bilirik, biraz ərəb dilini bilirik. İndi rus dili bizim ikinci dilimiz olduğuna görə rus dilini... Onu artıq siyahıdan çıxırıq. Bax belə, yəni çox sevirəm. Nə yazıq ki, hər bir şeyi vaxtında eləmək lazımdır. İndi biraz daha gecdir, amma mən çox istəyərdim ki, bizim Azərbaycan dövlətində fransız dili, ingilis dili bu birinci dillərdən olsun. Çünki dünya dilləri, yəni bu dillərin üstündə qurulur. Beynəlxalq dillərdir. Çox vacibdir, yəni bizim cavanlar üçün çox. Çünki biz artıq xaricdə işlədiyimizə görə görürük ki, hansısa Afrikanın Tunis dövlətindən gələn, nə bilim,
Mərakeşdən, bunlar hamısı ingilis dilini bilir, fransız dilini bilir, ərəb dilini bilir və adam yəni qürur duyur belə qadınlarla baxırsan, cavan qızlar. Ərəb dilini öyrənmək necə oldu ki, həyatınızın hansı məqamında? Bilirsiniz, hər bir şey qismətdir bu dünyada. Belə oldu ki, biz Göymeçidin yanında yaşayırdıq. Ora Ərəb dövlətinin, Qətər dövlətinin pulsuz kursları gəldi və mən məcbur olub ora getdim. Niyə görə? Birinci kompüter kursları vardı, bir də ingilis dili kursları. Siz inanın ki, bu kursların yarısında müəllimlərimiz ərəb idi deyənə gəldilər, dedilər ki, biz sizə mütləq ki, Quran dilini, ərəb dilini keçməliyik və siz bunu öyrənsəz, biz yəni artıq bu dili, ingilis dilini, kompüteri davam eləyəcəyik. Məcbur öyrənməli olduq. Belə oldu ki, daha sonra AZN-i bitirdim, nə bilim, Bakı dövləti bitirdim. 23 il mən dövlət şirkətlərində işləmişəm. Belə bir təcrübəm var, amma həyat belə gətirdi ki, özünüz kimi gözəllik yaratmaq qərarına gəldi. Belə qərara gəldi və məni Allah Taala Ərəb dövlətinə belə yönəltdi və mən məcbur artıq bazam var idi, bu dili öyrənməyə başladım. Əlhəmdülillah, onu da yəni bacarırıq, çox şükür. Aynen gözəl. Amma təkmilləşdiririk. Əslində çox gözəl bir haldır. Mən xatırlayıram, bizim məktəb dönəmimizdə xarici dil müəllimi, istər rus dili müəllimimiz, istər ingilis dili müəllimimiz həmişə deyirdi ki, bir dil bir insan, 10 dil 10 insan, nə qədər çox dil bilsək, bir o qədər çox bizim özümüz üçün müsbət bir haldır. Həqiqətən də çox dil bilməyimiz bizim beynəlxalq arenalarda işimizi təqdim eləməyimizə bir mənalı vəsilə olacaq. Ümumiyyətlə, necə oldu ki, bax, gözəllik sahəsinə gəldiniz? Cəmilə xanım, sizdən də soruşum da bu sualı. Bax, deyim də sizə, bilirsiniz, yəqin ki, yaradıcı insan uşaqlıqdan, bax, belə o doğuluşdan doğulur belə bir adam və mən içimdə bu yaradıcılığı hiss edirdim hər zaman geyimimdə, uşaqlıqdan. Anam məni danlayırdı, onu olmaz, bunu olmaz, amma mən belə istədiyim kimi geyinməyi xoşlayırdım və belə alındı ki, mən, bəli, 23 il mənim dediyim kimi ofis Azərbaycanın nəhəng şirkətlərində bir təcrübəm var. Azəri İşıqda işləmişəm mən 10 il, Azəri Qazda, Sokarda Dövlət Neft şirkətində 10 il çalışmışam. Amma onunla bərabər mən fikirləşdim ki, nəsə mən yaradıcılıqla məşğul olmalıyam ki, oradan mən həzz alım. Başa düşdüm ki, mən qadına gözəllik bəxş eləməklə və mən xoşbəxt oluram. Bilirsiniz, bu arada Hüseyn Cavidin, dahi Hüseyn Cavidin sözləri, misraları yadıma düşür. Qadın gülərsə, şu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək. Yəni, qadın xoşbəxt olursa, biz daha bu sahədə işləyən adamlar, biz daha da xoşbəxt oluruq və qadın xoşbəxt olursa, bu o deməkdir ki, onun ailəsi xoşbəxtdir, ətrafında uşaqlar, qohumlar, hər bir adam xoşbəxtdir. Ona görə biz çalışırıq ki, qadını xoşbəxt edək və biz də o enerjini alırıq. Aynen gözəl. Ümumiyyətlə, istənilən halda gözəllik yaratmaq başqa bir enerjidir, başqa bir eşqdir. Hər sahənin özünə görə çətin və məsuliyyətli tərəfi var. Məlum məsələ ki, heç bir iş asan deyil. Amma bu qalıcı vizaj işi, mən düşünürəm, bir başqa məsuliyyətdir. Çünki bu geri dönüşü olmayan bir yoldur. Bir mənalı dəri ilə, bir mənalı, mən düşünürəm ki, burada bir neçə peşənin vəhdətidir də. Həm rəssamlığın, həm kosmetoloji bilib bacarıqların, həm eyni zamanda permanent masterın, belə deyim, öz toxunuşlarının, bir çox bacarıqların, belə deyim, ümumi cəmidir, vəhdətidir. Ümumilikdə qalıcı makyaj proseduru bu günümüzdə çox aktual olan və hər kəsin müraciət eləmək istədiyi bu qalıcı permanent və yaxud da qalıcı vizaj. Nədir ümumiyyətlə bu qalıcı vizaj? Bilirsiniz, qalıcı vizaj qadınların işini asanlaşdıran, qadına yəni səhər duranda yuxudan o xoşbəxtçiliyi verən bir vizajdır. Bir var dekorativ kosmetikanın hansını ki biz... Yəni gözəllik üçündür, yoxsa rahatlıq üçündür? Həm gözəllik üçündür, həm rahatçılıq üçündür. Çünki yəni bilirsiniz, gözəllik nə deməkdir? Təbiilik artıq gözəllikdir. Və biz çalışırıq ki, hətta permanent make-upda da biz təbiiliyi qoruyaq. O təbiiliyi qoruyuruqsa, biz qadına təbii gözəllik bəxş edirik. Dəri ilə işlədiyimizə görə çox məsuliyyətli olmalıyıq və mənim tibbi savadım olduğuna görə, bu da var, əlhəmdülillah, gigiyenik normalara, normativlərə mütləq ki, riayət eləməliyik. Bunların hamısının vəhdəti olanda, yəni harmoniya olmalıdır hər bir işdə. Bilirsiniz, birinci növbədə sevgi olmalıdır. Yəni, sevirsənsə bir sənəti, sən bu işin dalıcan gedirsən, mütləq ki, teoriyasını oxumalısan. Savadın azdısa yenə də oxumalısan.
plus böyük bir məna kəsb edib, yəni təcrübə bir mənalı olmalıdır. Və təcrübəni aşılamaq da var da. Bəli, Siz bəli. illər sonra ST təlim kursları açmaq qərarına gəldiniz və öz biliklərinizi pasientləriniz tətbiq eləməyin yanı sıra həm də tələbələr yetişdirirsiniz. Bəli. Bu çox gözəl bir məqamdır. Necə oldu qərara gəldiniz ki, artıq müəllim kimi özünüzü sınayacaqsınız? Bilirsiniz, mən Rusiyada oxuyanda, Moskvada, Peterburqda, Ukraynada mənə müəllimlərim aşıladı ki, mütləq ki, bu bilikləri siz həm də paylaşmalısınız. Paylaşılanda düzgün yolunu göstərməlisiniz. İstər Azərbaycanda olsun, istər Ərəb dövlətlərində, harada olursunuzsa olun. Bunun düzgün yolunu aşılanmalısınız. Çünki siz bunu tədris eləməsəz, ola bilər indi biz Azərbaycandayıq, hansısa usta burada bir kurs keçib və salam onunla qənaətlənməməlidir. Yəni mütləq ki, biz neçə dənə kurs keçmiş masterlar bunu tədris eləməliyik və bizim məktəbimiz əlhəmdülillah beynəlxalq məktəbdir. Bir çox tələbələrim var və o tələbələrim mənim hamı bilir ki, mənim öz ailəmdir. Və mən onları çox sevirəm. Bir də bir mövzu toxunmaq istəyirəm. Sizcə, bax, o tələbələr yetişdirdiyiniz zaman qarşılaşdığınız ən böyük çətinlik hansı olur o tələbələrin dərsi öyrənməklərində və yaxud da o incə toxunuşları öyrətmənizdə ən çətin məqam hansı olur? Bilirsiniz, mən sizə deyim, bəlkə də indi həyatımızın bu çətinlikləri bizim ailələrə yansıyır. Biz cihazlarla işləyirik və bizim əllərimiz plastika olmalıdır. Məsəl üçün, biz uşaqlıqdan rəqsə getmişik, idmana getmişik. Ola bilər, indi o qədər yüklüdür ailələr ki, uşaqları, hər bir uşağı idmana verə bilmirlər. Bilirsiniz, nə bilim, hansısa dil kursuna verə bilmirlər. Bu problemlərlə üzləşirik. Mütləq ki, bizim masterlarımız hərdən mənə deyirlər, Cəmilə xanım, necə biz usta olmalıyıq, master olmalıyıq, yəni professional olmalıyıq, peşəkar olmalıyıq. Plus biz qəşəng şəkil çəkməliyik. Əlbəttə, biz işlədiyimizi gözəl təqdim eləməliyik. O da bir, inanırsınız, başqa bir qabiliyyətdir və onun başqa bir həm də dərsi var. Bunu mən demirəm, mənim müəllimlərim deyib, bunu istəyir Serbiyada olsun, istəyir İtaliyada olsun, istəyir Rusiyada olsun. Müəllimlik sahəsi ümumiyyətlə həm çox müqəddəs, həm də bir xeyli çətin. Çox çətin bir sahədir həqiqətən də. Çünki sən paxıllıq eləməməlisən tələbəvə. Bu birinci növbələdir. Sizin müəllimlik sahənizdə həm praktiki göstərmək, həm nəzəri öyrətmək çox çətindir. Amma ingilis dilini öyrətmək bir başqa çətindir, düzdürmü? Həm abituriyentlərə, həm müəllimlərin təkmilləşdirilmə kurslarında olursunuz, onların müəllimlərin təkmilləşməsi üçün də müəyyən dərslər keçirsiniz. Bu xüsusda sizin üçün bəs repetitorluğun ən çətin tərəfi hansıdır Fidan xanım? Cəmilə xanımın sözünə qüvvət, yəni tələbələrimiz təkcə tələbələr deyil, həm də yəni bizim ailələrimizdir. Yəni dərsdən sonra da biz təbii ki, yəni bir müəllimin yadından çıxmır ki, hansısa bir tələbənin bir problemi var və sən onun üstündən keçəsən. Dərsdən sonra da maraqlanırıq, həm bunun psixoloji psixoloq olmalıyıq. Bəli, yəni hər bir sahədə yəni biz psixoloq olmalıyıq. Əgər hansısa bir tələbə görürsünüz ki, problemi var, siz ona heç vaxt hansısa bir dərsi aşılaya bilməzsiniz, heç bir şey öyrədə bilməzsiniz. Problemi tədricən, təbii ki, biz yəni hər bir şeyi xilas edə bilməliyik, hər kəsi xilas edə bilməliyik və bütün problemləri həll edə bilməliyik. Ancaq müəyyən qədər, yəni əlimizdən gələn qədər biz bunu etməliyik. Məsələn, əgər görürsən ki, bir tələbənin valideyni ilə bir problemi var, xüsusilə bu yeniyetmələrdə olur. Məktəblə bağlı, bəli, ən həssas yaş dönəmlərindən biri hesab olunur. Uşaqlar məktəbdə bullying görürlər bəzən, o haqda danışırlar dərslərdə, valideynləri tərəfindən, belə deyək də, yaş periodlarını keçirirlər deyə anlaşılmamazlıq olur. Təbii ki, mənlə də onların arasında yaş fərqi az olduğuna görə mənə bəzən müraciət edirlər, valideynləri ilə danışıram. Yəni, həqiqətən də çətin bir işdir. Bəzən Cəmilə xanım deyir ki, ofisdə işləyirəm. Ofisdə işləyəndə mən o mühitdə olmamışam, amma düşünürəm ki, 9-6 getdin, gəldin və bəli, sıxıcı və bir o qədər də, belə deyək də, təbii ki, hər bir işin öz çətinliyi var, ancaq həqiqətən də əgər öz işini qurmaq istəyirsənsə, xüsusilə insanlarla işləyirsənsə, yəni həqiqətən də bu çox çətindir. İngilis dilinin tədrisi ilə isə bağlı deyə bilərəm ki, çox mürəkkəb bir prosesdir həqiqətən də. Çünki məktəblərimizdə ingilis dili dərsləri tədris olunur, ancaq təəssüf ki, belə deyək də, yəni məktəbdə tədris olunan dərslər kifayət etmir uşaqlara və buna görə də məcburən repetitorlara müraciət edilir. Sizcə, niyə məktəbdəki dərsdən
uşaqların çoxsu öyrənə bilmir, repetitora ehtiyac qalır. Belə deyim də sizə, yəni burada mən məktəbdə çalışmıram, məktəbdə işləyən müəllimlər də təbii ki, burada tənqid edə bilmərəm, ancaq belə düşünək ki, 45 dəqiqə dərsdir. Uşaqlar çoxdur. Bəli, bir sinifdə 30 nəfər tələbə var. Bəzən 40, yəni Cəmilə xanımın sözünə qüvvət. Hətta bəzi məktəblərdə mən onlayn tədrislə də məşğul olduğuma görə ümumiyyətlə müəllim çatışmamazlığı var, xüsusilə də rayon bölgələrində, Bakının kəndlərində. Yəni uşaq var deyir ki, müəllimə, yəni bizdə müəllim dərslərə gəlmir, bəzən olmur, yəni kifayət qədər kadr çatışmır. Və bu səbəbdən də repetitora müraciət edirlər. Və bir də bizdə yeniyetmə uşaqlarda belə bir məntiq var ki, sanki ödəniş elədikdə valideyni daha belə bir həvəslənir, bəli, məsuliyyətlə yanaşır. Siz dərsləri onlayn keçirsiniz yoxsa ancaq əyani? Mən həm əyani, həm onlayn tədrislə məşğulam. Yəni əyani dərslərdə tədris edirəm, onlayn dərslərdə və arasında açığı heç bir fərq görmürəm. Bəzən valideynlər soruşur, onlayn tədrisə yəni çox güvən olmur, ancaq yəni biz müstəvidən baxsaq, yəni bu dəqiqə xarici universitetlərdən belə, yəni onlayn dərslər tədris olunur. Yəni insanlar oturur başqa bir ölkədə işləyir, təhsil alır. Yəni mən həmişə valideynə deyirəm ki, əgər bir uşaq oxuyacaqsa fərq etməz. O gəlib bir kurs otağında da oxuyacaq, gəlib mənim evimdə bir otaqda oturub oxuyacaq və yaxud da ki öz evində. Yəni bir məqamı soruşmaq istəyirəm. Bax son dövrlərdə sanki son 5-10 ildə daha çox ölkəmizdə ingilis dilinə maraq, tələbat artıb. Bunun ümumiyyətlə əsas səbəbi, xüsusi bir səbəbi varmı? Əlbəttə ki, bəli. Yəni ingilis dili bilirsiniz ki, dünya səviyyəli bir dil, bəli, beynəlxalq dillərdən biridir və biz yəni bu olsun səyahət, bu olsun təhsil, ümumiyyətlə deyək ki, abituriyent hazırlığından mən öz sahəmdən danışmaq istəyirəm. 5 qrupun 5-də də ingilis dili fənni var. Yəni uşaq hansı yola getməyindən asılı olmayaraq ingilis dilindən imtahan verməlidir. Və yaxud deyək ki, hər hansısa bir xarici ölkəyə istirahətə gedir. Ola bilər ki, həmin ölkənin dilini bilməsin, ancaq yəni orada ingilis dili bilən, yəni mütləq ki bir nəfər olacaq, mütləq ki bir yəni yer olacaq. Yəni düşünürəm ki, bu dəqiqə məsələn adicə bir deyək ki, hansısa bir mövzu haqqında araşdırmaq istəyirik. Araşdırma etsək, bizim dilimizdə təəssüflər olsun ki, yəni bir o qədər də resurs yoxdur, mənbə yoxdur. Ancaq biz ingilis dilində və rus dillərində, ingilis-rus dillərində kifayət qədər çoxlu məlumatlar əldə edə bilərik. Aydındır. Hal-hazırda 5-ci, 11-ci sinif arası bayaqdınız abituriyent hazırlıqları. Həmin o 5-11-ci sinif aralığındakı yaş dönəmini repetitorluq üçün ən ideal yaş dönəmi düşünür insanlar, valideynlər. Yəni övladın artıq 5-ci sinifdə, 6-cı sinifdə biz artıq mütləq qəbul imtahanlarına hazırlaşmalıyıq. Ümumilikdə istəyəcəm bu repetitorluğa yaş qruplarını vurğulayasınız. Belə deyim, təbii ki, bir uşaq əgər oxuyacaqsa, yəni repetitor yanına getmədən də oxuya bilər. Yəni YouTube-da kifayət qədər vəsaitlər var. Yəni hər bir halda oxuya bilər. Ancaq repetitor yanına gələndə bəzən valideynlər soruşurlar ki, müəllimə tez deyil, məsələn 6-cı sinifdə, 7-dir. Biz təbii ki, tələbənin əvvəlcə bazasını yoxlamalıyıq. Onun hansı səviyyədə gəlməyindən asılı olaraq. Bir də görürsünüz ki, tələbə gəlib artıq 10-cu sinifə, 11-ci sinifə və heç bir baza yoxdur. Biz yəni o bazanı 5, 6, 7, 8, yəni onu doldurmaq da 3 ayın, 5 ayın işi deyil də. Biz orada müəyyən qədər işlər görməliyik. Yəni mən deyərdim ki, əgər ehtiyac varsa, təhsildə çətinlik çəkilirsə, çünki yəni özümüzdən götürək, mən əgər ingilis dil müəllimiyəmsə, mən övladıma coğrafiya fənnini necə tədris eləyə bilərəm və yaxud da ki, köməklik göstərə bilərəm, bu olsun riyaziyyat fənni və yaxud başqa fənlər. Ehtiyac varsa, bəli, mütləq şəkildə mən tövsiyə edərəm ki... Yaşdan danışmışkən... Bəli. Yaşdan danışmışkən, bəs bizim bu prosedurlara yaş neçə yaşdan başlayır? Hə, yaş məhdudiyyəti var mı? Yaş məhdudiyyəti yoxdur Gülnar xanım. Bəli. Bu problemdən irəli gəlir. Yəni problem varsa bizdə bilirsiniz permanent makiyaj, bəli, qalıcı makiyajdır və bunu bacardığımız qədər təbii eləməyə çalışırıq ki, yəni onu heç kim bilməsin. Yəni ən bahalı, ən gözəl peşəkar permanent make-up, qalıcı make-up heç kimin bilmədiyi, gözlə görmədiyi, bəli, hiss olunmayan make-updır. Üzün hansı nahiyələrinə tətbiq olur? Üzün biz dodağın rənglənməsi, qaşın rənglənməsi, bir də gözdə, bir də biz deyirik ona liner, yəni klassik linerlər var, bir də sürmələr, bəli. Və kiprik dibi bizdə daha çox yəni təbiiliyi göstərir. Bu kimi prosedurları biz eləyirik və onu yenə də çalışırıq dəri tonuna, göz rənginə, saç rənginə uyğun eləyək ki, onu heç kim bilməsin ailədə. Çünki yenə də biz Azərbaycanda yaşayırıq, istəyərik ki, yəni daha təbii olsun yanımızda anamız, bacımız, nə bilim baldızımız, yoldaşımız istəyərik. Yəni hər bir kişi istəyər yanında qadını
gözəl olsun, təbii olsun, yəni qeyri-təbiilik biraz daha dəbdən düşüb bəli, bəli, qeyri-təbii, nə qədər təbii olsa bir o qədər gözəl olur. Ümumiyyətlə bu danışdığımız prosedurların dərincə bir təsiri var. Hər hansı bir ziyanı varmı dərimizə? Peşəkar olunursa, Gülnar xanım, heç bir təsiri yoxdur. Peşəkar olunursa. Yox, qeyri-peşəkar olunursa əlbəttə ki, yəni bu birinci növbədə təcrübəsi olan bir usta olmalıdır. İkinci növbədə bütün gigiyenik protokollara, bəli, texnologiyalara əməl olunmalıdır. Bunlar hamısı varsa, əlbəttə ki, yəni heç bir təsiri olmayacaq. Bəzən permanent deyildiyi zaman permanenti insanlar döymə ilə səhv salırlar. Bu amma qəti şəkildə döymə ilə. Normalda döymə, yəni tatu bizdə köhnə bir məfhumdur. Bu tatu bizdə dərinin yəni çox dərin qatlarına işlənilirdi o vaxtı. Yəni normalda indi də tatu olunur, amma texnologiyalar dəyişilib, Gülnar xanım. Permanent make-up, yəni dərinin orta qatları ilə üst qatların arasında olan yəni işlər nəzərdə tutulur. Çünki biz normalda, yəni bilirsiniz, yəni bizim bədənimizin ən böyük orqanı dəridir və bu dəri ona görə də yəni bu dəriyə yəni xüsusi qulluq olmalıdır. Çünki hər bir qadının dərisi bir başqadır. Anatomik quruluşu var. Birinin dərisi yağlıdır, birinin dərisi qurudur, birinin dərisi yəni ikisi bir yerdə də ola bilər və ona görə də biz bu normativləri mütləq ki riayət eləməliyik. Və biz bildiyinizə görə bu dərinin 3 qatı var xüsusilə, yəni ən də yəni belə dəqiq desək, üst qatı bizdə 15-40 gün ərzində yenilənir və usta qeyri-peşəkardırsa, onun üst qatına onu yeridibsə, yəni biz permanent deyəndə dərinin üst qatlarını nəzərdə tuturuq və o permanent yəni dəri yəni yeniləndikcə gedir və bu qalıcılığı heç bir qalıcılığı qalmır. Amma yəni epidermislə dermanın arasında məməcik qat deyilir. Biz orada işləyirik. Düzgün işlənilirsə, əlbəttə ki bir il yarım bizdə qalıcılıq olur və çox təbii olur. İndividuallıq bəs necə? Yəni bayaq danışdığımız prosedurların öz cizgilərinə uyğun olaraq individual yəni parametrləri var. Hansı ki bir də görürsünüz ki, hər hansı bir qadın hansısa bir xəstəliyi var. Diabet kimi, şəkərli diabet kimi xəstəliyi var, yəni qan durulaşması kimi bir xəstəliyi var. Hamilə qadınlarımız var. Bunlar individual yəni mütləq ki qeyd olunur bizim kartalarda. Bütün kosmetoloji prosedurlardan sonra siz də yəqin mənim sözümü təsdiqləyirsiniz ki, müəyyən o gigiyenik normalara və yaxud da ümumilikdə qulluq qaydaları olmalıdır. Bəs bu permanent vizajın daha da qalıcı, daha da gözəl görünməsi üçün hansısa bir qayda var mı? Qaydalar hər zona üzrə biraz ayrılır. Məsəl üçün, qaşda bizdə texnika üzrə ayrılır və yaxud da gözdə və yaxud da dodaqda xüsusi qaydalarımız var, hansılar ki biz mütləq ki yada salırıq və biz bizim müştərilərimizlə kontaktda oluruq. Mənim üçün bir master kimi, usta kimi çox vacibdir ki, mənimlə olan qadınlar hər zaman mənlə olsunlar. Yəni bu xanım bugün elədi. Bəli, bəli. Bu mənlə bugün yəni bizim salonumuza gəldi və biz ona qulluq elədik. Bizdən maksimal dərəcədə zövq almalıdır. Bu bizim üçün çox vacibdir. Bəli, çox vacibdir. Və mən çalışıram hər bir qadın, bilirsiniz, Azərbaycan qadını çox yəni dünyanın ən belə gözəl, necə deyim, ən baxımlı, plus yüklü qadınlarıdır. Yüklü qadınlar da Azərbaycan qadınlarıdır. Həm də fədakar. Fədakar. Yəni bu qadınların ruh yüksəkliyini qaldırmaq üçün bizim borcumuzdur. Bəli. Əslində bütün xanımlar gözəldir. Biz ondan məşğuluq. Amma hamımızın gəlin bir real etiraf elə, hamımızın o müəyyən incə toxunuşlara ehtiyacımız var. Odur ki, dəyərli izləyəcəyimiz o incə toxunuşları heç vaxt özümüzə çox görməyək. Çox qısa bir fasiləmizə keçid alacağıq dəyərli izləyicimiz. Fasiləmizdən dərhal sonra artıq günlər anonslardan gördüyünüz üzrə dəyərli bizim sənətçi dostumuz, istedadlı ifaçı və eyni zamanda hər birimizin dəyərlisi doğması Əkbər bəyin, Əkbər Əliyevin gözəl ifalarından ruhumuz gözəlləşəcək. Amma hal-hazırda isə qısa fasiləyə keçid alana qədər proqramımızın baş sponsoru olan Ritello ev təmizlik robotlarına bağlı sizlərə məlumat vermək istəyirəm ki, Ritello ev təmizlik
robotlarının mütləq haqqında məlumatları özünüzdə izləməlisiniz. Əlaqə nömrəmizə əlaqə saxlaya bilərsiniz və 055 299 80 00 nömrəsinə əlaqə saxlayıb siz də tam təmənnasız təqdimatdan yararlana bilərsiniz ki, güclü sorun texnoloji qara vasitəsilə ən dərində olan kirləri, tozları, aligenləri, hətta ev heyvanlarının tüklərini belə suya həbs edəcək. Alman mühəndisliyi texnoloji qara vasitəsilə tibbi sertifikasiyası olan bu məhsul, tibbi statusda olan bu məhsulu siz də ən yaxın zamanda əldə edə bilərsiniz ki, müxtəlif səthlərdə, hətta döşəmədə, tavanda, evinizdə olan pərdələrdə, yumuşaq belə deyək, matraslarda, divanlarda belə bu məhsulları istifadə edə bilərsiniz ki, satış şöbələrimiz paytaxtda deyil, eyni zamanda bölgələrimizdə, ucqar kəndlərimizdə belə mövcuddur ki, siz bir zəng vasitəsilə tam təmənnasız olaraq Xoş Sabahın adına zəng eləyərək ödənişsiz, təmənnasız təqdimatdan yararlanıb, rahatlıqla siz də məhsulu daha da yaxından tanış olub, test eləyə bilərsiniz. Qısa fasiləmizdən daha sonra qaldığımız yerdən davam edəcəyik. Ve mən balaca dünya ay ışığında gözlər itər, günlər keçər, nə qalar bizə ümidlər. Sən və mən qəmsiz liman, dəniz qolunda izlər itər, dalğa silər, nə qalar bizə xatirələr. Xoşbəxtlik dəryada bitən qayıdı. Əllərindən tutaydın kaş, gözlərinə baxaydım kaş, sənin dalınca mən qaçaydım kaş. Səni heç buraxmazdım kaş, indi sənsizlikdən qalmazdım kaş. Mən indi sənsiz qalmazdım kaş. Sən və mən qaranlıq gecə, buludlu səma, küllək əsər, nəfəs kəsər, nə qalar bizə və mən. Üşünmüş əllər, gərəksiz sözlər, illər keçər, sözlər bitər, nə qalar bizə xatirələr. Xoşbəxtlik dəryada bitən qayıdı. Əllərindən tutaydım kaş, gözlərinə baxaydım kaş, sənin dalınca mən qaçaydım kaş. Səni heç buraxmazdım kaş, indi sənsizlikdə qalmazdım kaş. Mən indi əllərindən tutaydın kaş, gözlərinə baxaydım kaş, sənin dalınca mən qaçaydım kaş. Səni heç buraxmazdım kaş, indi sənsizlikdə qalmazdım kaş. Mən indi səni heç buraxmazdım kaş, indi sənsizlikdə qalmazdım kaş. Mən indi
Təşəkkür edirəm. Təşəkkürlər. Çox sağ olun. Sabahınız xeyir. Hər vaxtınız Xoş xeyirli gəlmisiniz. olsun. Xoş günümüzə gələk. İlk öncə mən sizə təşəkkürlərimi bildirirəm dərin ki, təşəkkür edirəm. dəvət eləmisiniz və bizi izləyən bütün tamaşaçılara mən sabahın xeyir olsun deyirəm. Qurban Bayramı münasibətilə bütün xalqımı, dostlarımı, sizi, MTV kanalı, burada əyləşən gözəl xanımları, ümumiyyətlə bütün MTV ekibini mən təbrik edirəm Qurban Bayramı münasibətilə. MTV ekibi sizin üçün çox darıxmışdı. Əslində Biz sizin üçün çox darıxmışdıq Bəli, Əkbər bəy. bəli. Xahiş edirəm bu qədər bizi darıxmağa qoymayın. Əslində sizə deyim, bu Kaş mahnısını ifa elədim, yeni bir mahnıdır və martın 11-dən bu günə qədər bu mahnını mən promotion edirəm, yəni təqdim edirəm. Yəni qonşu kanallarda ən özəl verilişlərdə çıxış edirəm və bu mahnını təqdim edirəm. Bu gün də sizin verilişdir. Nə böyük şərəf bizim üçün. Həqiqətən mənim üçün də çox böyük bir şərəfdir ki, mən sizin yanınızdayım və siz gözəl xanımların yanında. Xoş gəlmisiniz. Çox sağ olun. MTV Azərbaycan ümumiyyətlə Azərbaycanın yeganə musiqi əyləncəli televiziya kanalı olaraq çox uğurludur. Sənətçilərimiz üçün xüsusi olaraq. Bizim evimiz isə 2 qat uğurludur. İnşallah sizin üçün daha da uğurlu olacağımıza əminik. Gözəl enerji ötürədə MTV artıq neçə illər yəni bizi sevindirir gözəl kliplərlə, gözəl layihələrlə və inanıram ki, yeni klipim, Kaş klipim artıq bugündən MTV kanalında yayımlanacaq. Sevə-sevə bizim İnşallah. üçün böyük şərəfdir. Xüsusi səs imkanlarıyla hər zaman sevilən, seçilən Təşəkkür edirəm, və eyni çox sağ zamanda olun. sənəti ilə, öz tərzi ilə, duruşu ilə hər birimizin könlündə o möhrünü vurmağı bacarmış Bu dəyərə Əkbər görə, Əliyevin sevgiyə görə mən sizə sonsuz çox təşəkkürlər. bildirirəm. Gözəl ifalarla bugün ruhumuz gözəlləşəcək. Bu Təşəkkür arada edirəm. studiyamızın yeganə gözmuncuğu bəyisiniz bu arada. İndi gördüm. Bəli, bu təsadüfdür, zərurətdir bilmirəm amma yəni Uğurlu gözmuncuğumuz olsun, sizsiz uğurlu bugün olsun, studiyamızda. uğurlu olsun. Danışacağıq, əhatəli bir çox suallarım olacaq. Sizin üçün gözəl suallar tərtib eləmişik. Hansı ki, bugün həm sənətdən, həm qeyri-sənətdən sizi bugün fərqli istiqamətdən kəşf eləməyə, Mən razıyam. tanımağa və tanıtmağa Mən çalışacağıq. razıyam. Mən ümumiyyətlə bura gələndə artıq başa düşdüm ki, yəni burada hər suala mən cavab verməliyəm və hazıram mən. Təşəkkür edirəm. Eləşmənizi rica eləyəcəm Əkbər bəy. Mən isə proqramımızın ayrılmaz hissəsi olan bizim hər zaman mini mətbəx bölməmiz olur və bugün xüsusi bir belə deyim, tıxaclardan dolayı biraz bizi gözümüzü yolda qoydu bizim dəyərli Aytəmiz xanımımız. Hansı ki, elə onun yanına keçmək istəyirəm. Çünki bugün bizim studiyamızın mətbəx bölməsinin özəl bir qonağı var ki, kulinar şirniyyatçı Kazımova Aytəmiz xanım studiyamızın özəl qonağıdır. Buyurun Aytəmiz xanım. Xoş gəlmisiniz. Sabahınız xeyir. Gününüz uğurlu olsun. Üzürlü sayın gecikmə səbəblərinə görə narahat olun. Bizim üçün çox xoşdur sizi gözləməkdə. Görün, Çox sağ olun, gəlin mənim, təşəkkür edirəm. gəlin. Hə, bayramınız mübarək. Çox sağ olun, burada bizim sizdən qoyuncuqlarımızı görürəm. Qurban bayramının özü olaraq. Burada bizim, bəli, şirniyyatda olan aksesuarlar. Dietik tort. Təzə çıxıb deyəsən bu mövzu. Dietik tort. Bəli, dondurma adında dietik tort. Danışacağıq dietik tortdan. Amma istəyəcəm özünüz haqqda, fəaliyyətiniz haqqda həm bizi məlumatlandırasınız, həm izləyicilərə məlumatlandırasınız ilk olaraq. Buyurun. Fəaliyyətim Amma elə dayanın ki, sizin o gül çöhrənizi görsünlər də. Mənə yox, onlara baxın. Salamlayıram hər kəsi. Mən dəvət etdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Mən tort ustasıyam artıq illərdir. Şirniyyat sahəsində. Bəli, şirniyyat sahəsində 11 ildir artıq. Artıq 11 ildir kulinarsınız, maşallah. Bəli, tələbələrim var. Bugün nə gözəl, ayrıca olaraq müəllimələri, pedaqoqları dəvət eləmişik. Pedaqoqların əhatəsində bugün mənə sual verəndə biraz 2 qat, 3 qat daha çətindir. Necə oldu ümumiyyətlə bu sahəyə marağınız? Çox həvəsim var idi, uşaqlıqdan. Çox həvəsim var idi. Yəqin ananıza baxmısınız, ananızın əllərindən öyrənmişsiniz. Yox, anam şirniyyat yox, duzlu. Şorabaları yaxşı bacarır, şirniyyatı yox. Bəs nə əcəb sosial şəbəkəyə daşımaq qərarına gəldiniz bu bacarığınızı? Nə yaxşı oldu? Necə oldu ümumiyyətlə bu sosial şəbəkəyə gətirdiniz? Tələbələri hazırlayarkən bir də özümə baxdım ki, TikTokda canlıdayam. Dəbdir də artıq trenddir ki, hər kəs sosial şəbəkədə öz əl işlərini təqdim eləsin. Bu sahə və yaxud da şirniyyat sahəsində, istər kulinariya sahəsində xüsusi olaraq təlimlər, kurslar keçmisinizmi və yaxud keçirsinizmi? Bəli, keçmişəm. Özünüz yoxsa tələbələrinizə keçirsiniz? Yəni siz mən özüm təlim almışam. Sonra da hazırda da vaxt ikən bəli, təlim verirsiniz. Nə gözəl. Tortların hazırlanmasında hansı məhsullardan, yəni keyfiyyət mənasında soruşam. Təbii ki, firmanın da çəkilməsini istəməyəcəyik, amma keyfiyyət mənasında xüsusi olaraq kərə yağlarımı soruşum. Bəzən deyirlər ki, tortlar əvvəl kimi o dadda deyil sanki.
Keyfiyyətli işləyərkən vallahi həmin dadı almaq olur. Amma indi çoxluq qaymağa üstünlük verir. Çünki yüngül tortlar istəyirlər, dietik tortlar istəyirlər. Qədimi yaşlı nəsillər yağlı, kərə yağlı istəyir. Ay, sağ olun. Ümumiyyətlə qədimi o klassik tortlar vardı, hansı ki, Var, düzdür. ballı tort, Napolyon tort, nağıl tortları, o Bəli, bizim bəli, uşaq var. dövrümüzdə olan tortlar. Hə, nə gözəl Bəli, tortlar idi. O klassik tortlar yenə də var. Əslində tərkibini dəyişməyə çalışırlar, amma sizin sözünüzə qüvvət. Keyfiyyətli məhsuldan istifadə edəndə yenə də həmin dad olur. Almaq olur, düzdür. Bu dietik tort məsələsinə gələk. Nədir bu dietik tort? Şirnisi çox az olan qaymaq. Şəkəri yoxdur, yoxsa azdır? Var, azdır. Azdır. Yəni dietik olduğu üçün şəkərli Yüngül dietik onda. Bəli. Dizaynları bəs necə seçirsiniz? Məsələn, bugün artıq proştum ki, bizim Qurban Bayramına özəl bu tortu ərsəyə gətirmişsiniz. Bəs dizaynları necə seçirsiniz? Dizaynları müştəri olaraq göndərir tortu. Biz onunla məsləhətləşirik. Bəzən o qədər sadə bir şey göndərir ki, biz onu əksinə çeviririk qeyri-adiyə. Daha da maraqlı Daha da maraqlıya və insan özünün fantaziyaları olmalıdır. Bəs ümumiyyətlə bu sahədəki hədəfiniz nədir? Soruşmaq sir deyilsə, demək sir deyilsə. Yox, sir deyil. Hədəfim daha da yüksəlmək, xarici ölkələrdə yarışlara qoşulmaq. Ay, nə gözəl. İngilis dili bilirsiniz? Super deyiləm, amma belə başa Amma düşürəm. artıq xarici arenalara çıxmaq istəyirsinizsə, Bəli. ingilis dili mütləq vacibdir. Bəli. Əgər bilmiriksə, gedək Fidan xanımın yanına, Fidan xanım bizə öyrədəcək. Sevə-sevə. Sevə-sevə. Bugünə qədər hazırladığınız ən qeyri-adi tort hansı olub? Bəs dizayn olaraq ən qeyri-adi? Səhifəmdə də o ən qeyri-adi dizayn olaraq bu günə qədər toy tortları ən çox olur. Maket tortlarına üstünlük verirlər. Təbii ki, orada bir kusovkasında, Bəli, yəni bəli. orada qeyri-adiliklər olur. Bugün nə hazırlayacaq izləyicilər? Artıq tortumuz hazırdır. Yüngül dietik tortumuz. Bəli, bugün Qurban Bayramı tortumuz hazırdır. elə Qurban Bayramına aid salatımız olacaq. Nə salatı? Yüngül dadlı salatdır. Üstündə də göylərin üstündə yenə də quzularımız olacaq. Adı yoxdur. Adı yoxsa biz fikirləşək. Yox, adsız da. Siz hazırlayın. Siz Sonda hazırlayın, ad qoyarıq. sonda görünüşünə baxacaq, həmin o görünüşünə uyğun olaraq ad qoymağa çalışacaq bu salatımıza. Gedişatda suallarınız olarsa qonaqlarımız, siz də suallarınızı səsləndirə bilərsiniz. Çox sağ olun, Mən isə təşəkkür keçdiyirəm qonaq otağına və qonaqlarıma növbəti suallarımı səsləndirməyə. Elə beynəlxalq arenalardan söz düşmüşkən, ingilis dilindən söz düşmüşkən, pedaqoji mövzulardan söz düşmüşkən mənə çox maraqlıdır ki, Əkbər Əliyevin məktəb dövründə ən çox sevdiyi dərs hansı olub? Təbii ki, musiqi. Ay, başqa cür ola da Təbii ki, bilməzdi. musiqi. Başqa cür ola da Çünki başqa bilməzdi. yəni dərslərə ümumiyyətlə normal demirəm ki, mən əlaçı idim. Yəni orta səviyyədə olan bir şagird idim. Çalışırdım musiqiyə tərəf yəni yönləndirim özümü və məktəbdən sonra, yəni orta məktəbdən sonra artıq keçdim musiqi gimnaziyasına. Bəli. Orada da Daha da dərinləşdirməyə o daha da təhsili. dərin musiqini bilmək istədim. Sonra artıq ali məktəbə daxil oldum, konservatoriyaya. Yəni bütün həyatım musiqi ilə dolu bir həyatım olmuşdu. Həmiriniz musiqi ilə yox, Yəni mən oxunca deyərlər. nə rəziyyət, nə rus dili, ümumiyyətlə rus dilli insanam. Amma yəni çalışırdım ancaq musiqiyə aid olan yəni dərslərə gedim. Yəni bu mənim üçün çox önəmli idi. Bəs ingilis dili necədir sizdə? Yox. Yox səviyyəsində. Yox Bəs səviyyəsində gedəndə- deyəndə, Hə. yəni çox belə mükəmməldir bilmirəm. Zəif. Yəni adi Kafi deyək ona, kafi. yəni Okey. 3 plusla. Ay, belə, əla. yəni. Plus varsa okeydir, Hə, əladır. üç plusla. Kafi, Hə, əla, yəni mükəmməl. mənə yetər. Yəni hansısa bir xarici ölkələrdə olanda, yəni vəziyyətdən çıxa bilərəm. Yəni problemsiz. Amma mən təbii ki, düşünürəm çox ki- istəyərdim ki, yəni ingilis dili çox mükəmməlcəsinə bilmək istəyərdim. Çünki anam da ingilis dilinin çox mükəmməl bilir. Çünki neçə illər APİ-də oxuyurdu. Ona görə yəni mükəmməlcəsinə Mən bilir düşünürəm ki, sadəcə. sizin ifalarınız, ifa tərziniz o cürdür ki, hər hansı bir xarici vətəndaş bunu dinləsə, sözləri başa düşməyə ehtiyac yoxdur. Sizin avazınız onu tezliyə eləyəcək. Sözləri başa düşməyə ehtiyac Çox yoxdur. sağ olun. Hə, Bu sizin çox avazınız, tərifləmin. səsinizin Əslində Bu tərif deyil, bu bir olmalıdır. etirafdır. Bu motivasiyadır. Təbii Bu ki, yəni etirafdır. hər insan əgər hansısa bir insana gözəl bir motivasiya yönləndirirsə, o gözəl bir şeydir. Yəni 95-ci ildə Mən motivasiya eləmirəm vallahi. Yox, Mən sizi uzun bu başqa illərdir bir motivasiyadır. Yəni bu sözlər, yəni
verilişə aid deyil. Yəni sizdən, Şəxsi. sizin ürəyinizdən gələn bir Mən sizə şəxsi sözlərdir. dinləyiciniz olaraq bunu deyirəm. Çox sağ Etiraf olun. edirəm sizə. Amma yenə də bu mənim üçün bu böyük bir motivasiyadır. Çünki bu sözlərdən sonra mən həqiqətən çalışmaq istəyirəm. Baxmayaraq ki 46 yaşım var, artıq yavaş-yavaş yəni 50-yə yaxınlaşıram. Güzel. Yəni pensiyaya doğru gedirəm. Amma buna baxmayaraq vücudum, ruhum çox gəncdir. Çünki ətrafım da gəncdir. Əla. Gənclərlə Mən doludur. əslində sizə onu demək istirdim, bir etiraf eləmək istirdim, amma dedim ki, qoy reklam deyilirəm, elə söz üstündə canlı efirdə deyim. Siz son bir neçə ildə, ayda deyərdim, bir-iki ildə də maksimum çox sürətli çəki itirdiniz. Sanki sizin çəkiniz itdikcə yaşınız daha da gəncləşməyə doğru getdi. Yəni rəqəmlərdə də yaşınızın daha sonra Yəni, çəkiniz... vücudum. Hə, çəkiniz arıqlamısınız. Əslində mən bilirsiniz, Daha formadasınız, daha fit görünürsünüz. fit yox, amma formada ola bilər. Yəni idmana da getmirəm. Çünki bir ildə bir dəfə Vaxt yox. idmana getdim. Biraz problem oldu idmandan sonra. İndi hal-hazırda müalicə alıram. İndi müalicədən gəlmişəm sizin verilişinizə. Ona görə yəni bu fit mənə düşmədi. Amma çalışıram səhnədə həmişə formada olum. Çünki Səhnə bunu tələb edir. Yəni tələb edir ki, yəni mən mütləq formada. Yəni qarın olmalıdır. Yəni bu normal bir şeydir, amma böyük yox. Yəni bu belə bir formatda çalışıram ki, normal olur. Yaşınızı bayaq dediniz, amma mən bir məqamda vurulamaq istəyirəm ki, sizin sanki üz cizgilərinizə zaman donub. Baby. Yəni, yaş Əslində bu bir söz deyil axı. Yox, nə mənada? Yaşınız bildirilmir də. Mən düşünürəm Cəmilə xanım, bayaq siz danışırdınız. Çünki sevməyə bacarıram. İnsanlara dəyər verməyə bacarıram. Sənətinə sevginizi Sənəti verir. sevirəm, insanları sevirəm, insanlarla insan kimi rəftar eləyirəm. Yəni bu mənim üçün çox önəmlidir. Yəni qəlbiniz sizin fərahdır, bu da sizin üzünüzə yansıyır. Nəyəsə görə, kiməsə görə mən həyatı yaşamıram. Yenə də bütün dünyanın pulları biz heç vaxt qazana bilmərik. Mənim üçün önəmli odur ki, insan olmaq, şəxsiyyət olmaq. Və bu dünyada insanlar səni təmənnasız sevsinlər. Yəni bu mənim üçün çox önəmlidir. Mən həqiqətən çox xoşbəxt bir insanım. Baxmayaraq ki, çox az hallarda efirlərdə oluram, çünki efir manyakı deyiləm. Ona görə manyak da deyiləm ki, yəni 24 saat efirlərdə olum. Amma mənim öz yolum var, az olum. Öz kontingentiniz. Bəli, öz çevrəm var, öz dinləyici kütləm var. Yəni bununla mən qidalanıram da və fikirləşirəm ki, belə də yaxşıdır. Ay, nə gözəl. Yəni böyük kütləyə işləmirəm mən. Yəni mənim öz çevrəm var, mənim öz kütləm var. Qoy 30-40% varsa mənə yetər. Çox həyat dolu bir çıxışdır mən düşünürəm. Çox həyat dolu bir fikirlərdir. Bayaq mən hiss elədim ki, mən orada mətbəxdə olanda Cəmilə xanım sizin sənətinizə olan sevgisini etiraf edirdi. Hardan bildiniz? Bəli. Mənim qulaqçığım var. Sənətdə olan insanlar sənətdə olan sevgini etiraf eləmək bu özü bir motivasiyadır mən düşünürəm. Bilirsiniz, Gülnar xanım, mən fürsətdən istifadə edib sizə çox təşəkkürümü bildirmək istəyirəm. Çünki bu mənim üçün bir peşəkar bir adam üçün vacibdir peşəkarların yanında əyləşmək və mənə deyəndə ki, Əkbər Əliyev olacaq verilişdə, xanımı tanımırdım, burada tanıdım, çox sevindim. Çünki çox gəncdir və artıq peşəkardır. Yəni bizim gələcəyimiz yaxşı əllərdədir, bizim vətənimizin. Və mən çox xoşbəxt və bəxtiyaram ki, Əkbər Əliyevlə bir masada qırağında əyləşmişik. Çox sağ olun, mən də bugün çox sağ olun. xoşbəxtəm, səhər görürsünüz, bu da gözəl enerji. Çox sağ olun, çox təşəkkür edirəm. Mən enerjinin bu meranlığına o qədər inanıram. Bəli, razıyam. Mən o qədər inanıram, tam səmin deyirəm. Səhər elementar liftdən bindi, qonşularımız tanımırıq kimdə. Sabahınız xeyir, gününüz gözəl keçsin. Primitiv bir sözdür da, gəlin bizə hər zaman gözəl enerji ötürək. Bəli, əlbəttə. Dəfələrlə demişəm. O daha da böyüyəcək, çoxalacaq, bizə qayıdacaq. Yəni hərdən Instagramda öz məni izləyən insanlarla görüşürəm, yəni danışıram canlı yayımda. Bəziləri yazır ki, sizi gördüm, salam vermədim, amma çox istədim sizin yanınıza yaxınlaşım, utandım. Yəni mən tərsinə deyirəm ki, siz yaxınlaşın. Bu sözləri deyil. Bu mənim bir qidadır, mənim üçün bir qidadır. Yəni siz mütləq mənə yaxınlaşmalısınız. Mütləq mənə deməlisiniz ki, Əkbər, yəni adi bir söz olsun. Yəni problem yoxdur. Yəni nə demək saatlarla mənlə danış. Amma bir söz denə ki, Əkbər, mən sizi çox sevirəm, sizin sənətinizi sevirəm. Bu mənim üçün böyük bir qidadır. Ona görə yəni bizim insanlar bəziləri utanırlar, çəkinirlər. Müğənnini görəndə
fıçıldayırlar. Amma yəni görürəm ki, digər ölkələrdə belə deyil. Gələcəyimiz əmin əllərdədir. Bəli, əlhamdülillah. Həqiqətən də Belə pedaqoqlarımızdan xanımları çox şey asılıdır. Bəli, Mən bəli. hər zaman deyirəm, bir həkimlərimizdir, bir müəllimlərimizdir, öz sahələrindən əvvəl bir də psixoloq olmaqları mütləq vacibdir. Çünki siz bir mənalı uşaqlarla çalışırsınız. Abituriyentlər o yeniyetməli dönəmi ən çılğın dönəmdir insan həyatında. Həkimlər də ki, məlum məsələ heç kimin kefindən getmir həkim. Ona görə mütləq həkimlərimizin də işi çox ağırdır, çox böyük məsuliyyətlidir həqiqətən də. Abituriyentlərdən söz düşmüşkən Fidan xanım, istəyirəm sizdən soruşum. Son illərdə ümumiyyətlə ingilis dili mövzusunda, ingilis dili sayəsində abituriyent imtahanlarında hər hansı bir dəyişikliklər müşahidə olunurmu? Bəli, ildən ilə dəyişikliklər müşahidə edilir. Həm 9-cu siniflərin imtahanında, buraxılış imtahanlarında, həm 11-ci siniflərin buraxılış imtahanlarında. Son ildə, biz son 2 ildə görürük ki, 9-cu siniflər üçün yazılı şəkil tapşırığı yeni gəldi. Yəni, uşaqlar belə xaos yaşayırdılar. Hətta mən hazırlaşdırdığım öncədən tələbələr də ay müəllim yaza bilməyəcək, eləyə bilməyəcək. Əslində, asan bir şeydir. Amma uşaqlar ona gözləri elə qorxurlar ki, təbii ki, bu da praktika ilə, necə deyərlər, işlədə, öyrədə, sınaqlar edə, gecə saat 11-ə, 12-yə, bəzən 1-ə qədər bizim hazırlıqlarımız davam edirdi. Uşaqlar da təsdiqləyər və beləliklə öhdəsindən gəldik, həmçinin 11-ci siniflərdə də. Bəs şəxsi təcrübənizdə daha çox ingilis dili dərsindən yüksək bal toplayan tələbələr, abituriyentlər daha doğrusu, hansı kriteriyalara sahibdir? Yəni, burada daha çox motivasiyadır mı, əzmkarlıqmı, yoxsa mütəmadi dayanmadan o sözləri, conversation, yəni bu bir-birlərinə danışmaqdırmı, nədir, nəyə görə yüksək nəticə toplayırsınız? Son ildə, son 3 ildə belə deyim də, mənim abituriyentlərimin arasında, yəni 100 bal göstərici olmamışdı və bu il ilk dəfə 100 bal göstərici oldu 11-ci siniflərimin arasında. Bununla yanaşı 90+, 80+ nəticələr də təbii ki, öz yerində idi. Mən həmin o tələbəmdən misal gətirmək istəyirəm. Bütün qruplarıma, tələbələrimə o tələbədən danışıram ki, təsəvvür eləyin, Lerikin bir kəndindədir həmin qız. Aytacı, buradan səni salamlayıram. İndi də bacısını, bəli. İndi də digər bacısını hazırlaşdırıram. 10-cu sinifdə yanıma qoşuldu. Instagram vasitəsilə hazırlığa başladıq. Bir dərs keçdik. Mən həmişə uşaqlara deyirəm, bir dərs qoşulun. Baxın, görün, bəyənəcəksinizsə, metodikamı sevəcəksinizsə. Çünki bilirsiniz necə, müəllimlər fərqlidir, insanlar fərqlidir və hər bir müəllimin də xüsusi bir metodikası var. Başladıq sıfırdan, tam sıfırdan şəkildə hazırlıqlara başladıq və yaxud vurursunuz ki, hansı daha çox olmalıdır. Hər biri öz səviyyəsində olmalıdır. Sizin motivasiyanız çox güclü ola bilər, amma siz əzmkar deyilsinizsə, artıq burada siz müəllimin dediklərini öyrənməyəcəksinizsə, tapşırıqları yerinə yetirməyəcəksinizsə, təbii ki, orada heç bir uğurdan söz gedə bilməz. Yəni bu, belə deyim də, hər biri balanslı şəkildə olmalıdır. Yoxsa çox oxu, amma düzgün oxuma, o da düzgün bir şey deyil. Uşaqlarla bəzən biz danışanda, məsələn, öncəki hazırlıqlarla filan danışanda, ümumiyyətlə məktəbdən danışanda və yaxud ingilis dilindən danışanda, yəni çətin, uşaqlar bilmir hardan başlasınlar, nəyi necə eləsinlər. Mən məsələn öz şəxsi metodikamdan bunu deyə bilərəm ki, mən hansısa bir qaydanı uşağa hansısa bir kitabdan ki, hansısa bir müəllifin kitabından ki, get bunu oxu, mən onu eləmirəm. Özümün xüsusi uşaqlar bilir. Bəli, xüsusi lazımı qeydlər var. O metodikadınız nədən ibarətdir, sir deyilsə bölüşməyinizi istəyəcəm. Bir də uşaqların çoxsu, yəni abituriyentlərin çoxsu qrammatikanı mükəmməl bir, amma danışıqda, ünsiyyətdə çətinlik çəkir. O nə ilə bağlıdır? Bizdə bilirsiniz problem nədir? Uzun illər, yəni mən öz məktəb dönəmimdən də misal gətirə bilərəm ki, bizdə qrammatika keçilir, amma onun tətbiqi keçirilmir. Bu da nədən asılıdır? Çünki A, B, C, D test. Yəni uşaq onu öyrənir, testdə otuzdurur, öyrənir, testdə otuzdurur. Bu isə təbii ki, həm yazıda, həm danışıqda, həm dinləmədə, yəni öz mənfi təsirlərini göstərir təbii ki. Bəzən uşaq qaydanı bilir. Məsələn, deyək ki, hər hansısa bir qaydanı su kimi bilir, amma onu dildə tətbiq edəndə o qədər çox çətinliklər çəkir ki, təbii ki, düzdür, bizdə Dövlət İmtahan Mərkəzinin yəni göstəriciləri arasında dinləmə, mətn, qrammatika və esse yazma tapşırıqları öz əksini tapır. Yəni orada danışıq dərsləri öz əksini tapmır. Lakin biz mütəmadiyyən uşaqların danışığında tələffüz səhvlərinin üzərində xüsusilə işləyirik ki, o düzəlsin. Yəni hazırlığa qoşulurlarsa bir effekt olsun. Bir də dediniz ki, hazırlığa qayıtmaq istəyirəm metodika ilə bağlı. Təbii ki, sir deyil. Mən bunu dərs keçdiyim özümdən yaşca böyük müəllimlərə də yəni bölüşürəm və belə deyək də məsləhət görürəm ki, hər bir müəllimin özünü belə deyək, müəllimlər çoxdur. Bu dəqiqə siz adicə Instagramda bir müəllimlərin ingilis dili müəllimi yazsaz, kifayət qədər çox ingilis dili müəllimi gələ bilər. Amma təbii ki, orada seçim məsələsi var. Deyək ki, hər hansısa bir qaydadır. Bu qalınlıqda kitab var. Yəni qorxunçdur həqiqətən. Bu qalınlıqda kitab vardı. 3 vərəq, 4 vərəq qayda minimuma endirərək içindən lazımı olan, hansı ki, bu sinif üçün bu lazımdır. Proqramdan bu çıxardırılıb. Məsələn, mən yadıma gəlir riyaziyyatdan nə qədər müxtəsər matematik turları idilər.
bir 70 dənə düstur var idi, ikisi üçü vacib idi. Yəqin siz də orada vacibləri çıxardırsınız, onu öyrədirsiniz. Yəni təbii ki, mən orada yenilik kəşf eləmirəm o qaydalarda. Ancaq yenə deyirəm, uşaq əgər mən hər zaman deyirəm ki, imtahana düşəcək 2 dənə şeyi öyrənmək yaxşıdır. Onu təkrar etmək yaxşıdır. Yoxsa düşməyəcək 50 dənə şeyi. Yəni çünki uşaqlar özünüz də bilirsiniz ki, bir fəndən hazırlığa getmir. Abituriyent proqramında bir fən yoxdur. 3 və 3-dən daha çox fənlər var. Bunun üçün də doğru metodika ilə, yəni düzgün öyrənmək önəmlidir. Bir sual da verim ki, bax elə imtahanlardan, imtahan ərəfəsində idi. İmtahanı söz düşmüşkən, elə uşaqlar var ki, mükəmməl bilir. Bəli. Başqa vaxt. Amma imtahan vaxtı qəribə bir həyəcan gəlir onlara. Həyəcandan heç nə yaza bilmirlər. Çox bərbad bir hissdir. Belə onda bəs necə eləyirsiniz? Təbii ki, burada yəni biz əlimizdən gələn qədərini eləyirik. Burada Bermud üçbucağı önəmlidir. Valideyn, müəllim, tələbə üçbucağı önəmlidir. Neynəməlidir? Bax, müəllim neynəməlidir, valideyn neynəməlidir? Valideynlərə bir kömək eləyək də bugün ki, onlar uşaqların, abituriyentlərin neynəsinlər, abituriyentlər imtahana gedəndə həyəcanlanmasın. Mən valideynlərə, yəni övladım olmadığına görə valideyn yönümlü bir məsləhət verə bilmərəm, amma müəllim yönümlü bir məsləhət verə bilərəm ki, yəni imtahan heç nəyin sonu deyil. Necə deyirlər, onun sonraki, yəni o qədər tələbələr olur ki də, belə deyək də, bir il alınır, digər bir il alınır. Yəni burada yenə deyirəm, burada Bermud üçbucağı olmalıdır. Bəli, psixoloji dəstək çox önəmlidir. Bəli, uşağın yanında olmalıdır. Psixoloji dəstək bütün sahələrdə vacibdir. Mən hətta bizim sahədə də görmüşəm ki, səhnəyə çıxanda əli qolu əsən o qədər insanlar var ki, məsələn, səhnə qəribə Məncə o həyəcan olmalıdır. O məsləhət həyəcanı başqa. Bəli, bu mənim üçün çox önəmlidir ki, yəni hər səhnəyə çıxanda Məncə televiziya daha rahat olar bizim üçün. Məsələn, mən özümü qarşımda olan hansısa bir insan olmalıdır ki, yəni tam rahat olmalıdır. Yəni tam. Amma yenə də mən hansısa bir verilişə əgər çıxıramsa, mən mütləq 1-2 dənə veriliş, yəni öncə verilişdən baxmalıyam, kimin yanına gedirəm. Həqiqətən sizin auranız çox möhtəşəmdir və danışıq qabiliyyətiniz çox möhtəşəmdir. Sizə böyük uğurlar arzu edirəm. Çox rahatam mən. Ona görə səhər-səhər mənə belə motivasiya. Bu motivasiya deyil, bu doğru bir sözdür. Gözəl həftə sonu gözəl gələcək. Doğru bir sözdür. Sizə böyük sizin kimi dəyərli sənətçidən, sənətkardan, sizin kimi bu sahədə sözünü demiş, öz möhrünü vurmuş insandan bu cür sözlər eşitmək mənim üçün həqiqətən böyük bir şey. İnanın ki, gündə bir 7-8 dənə veriliş mənə zəng vururlar. Amma mən həqiqətən yenə də öncədən dedim ki, efir manyakı deyiləm. Mənim üçün çox önəmlidir ki, yəni ona görə deyirəm, MTV darıxmışdı sizin üçün. Ona görə yəni mən qarşımda olan bir insan olmalıdır ki, mən tam rahat onunla ünsiyyət qurum. Yəni bu mütləqdir. Ona görə yəni siz intellektual düşünərək deyirsiniz. Hər tərəfdən. Hər tərəfdən. Yəni mən 100% bilməliyəm ki, hansı qonaqlar da orada olmalıdır. Mən bura gələndən kimi bir 7-8 insandan soruşmurdum ki, qonaqlar kimdir? Qonaqlar kimdir? Məni başa saldılar, yəni hər şey. Bizim proqramımızın formatı əslində mən həmişə gələn qonaqlarımızdan təbii ki, məşhur simalarını soruşuram ki, kadr arxası, indi kadr önündə səmimi bir söhbət yaranıb deyə deyirəm. Deyirəm, məsələn, mən özüm 12 ildir ki, televiziyadayım. Məsələn, məni tanıyırdınızmı? Olur bəzi hallarda deyirlər ki, məsələn, kadr arxasında deyirlər, vallahi, yəni siz heç vaxt belə qalma qaldıram. Mən ümumiyyətlə hər kəsin bir dəst xətti, bir tərzi var da. Mən hər zaman o statusu qoruyaraq inkişaf eləməyə çalışanlardanam. Çünki hər hansı bir bayağılıq eləyib tez bir zamanda irəli getməyə mən düşünürəm, siz mənim sözümü təsdiqləyirsiniz, 2-2-dir. Amma o statusu qoruyub saxlayaraq irəli getməyə, hələ bizim proqramımızın yeganə məqsədi maarifləndirmədir. Mən özüm məsələn o qədər insanlardan, o qədər mütəxəssislərimizdən hərədən nəsə öyrənirik. Hər kəsdən nələrsə öyrənirik. Məsələn, ingilis dilində məsələn mən bu gün bir çox mövzuları öyrənmiş oldum. Mənim kimi izləyicilər də öyrənmiş oldu. Hər birimiz nələrsə bizim musiqi təhsilimiz yoxdur. Sizdən çox şey öyrənəcəyik. Bizim məsələn sizlə birlikdə belə deyək, tibbi təhsilimiz yoxdur. Tibblə bağlı öyrənəcəyik. Çünki istənilən halda bütün mövzular bir-birlərinə əlaqəlidir və hər birimiz bir-birimizdən nə qədər çox nələrsə öyrənsək, bir o qədər silahlı olmağımız deməkdir. Bəli. Eynən. Və o ki, qaldı gözəllik sahəsinə, gözəllik dünyanı xilas edəcək sözü boş-boşuna deyilməyib. Bu bizim danışdığımız qalıcı vizajlarda, qalıcı makiyajlar. Bu qalıcı vizajların, xanımların özgüvənləri, o psixoloji bayaq deyildə, psixoloji özgüvənlərinin təsiri necədir? Əlbəttə ki, bilirsiniz Gülnar xanım, qadın böyük qüvvədir. Bütün yəni əsrlər boyu bu belə olub. Və qadının özgüvəni elə bilirəm ki, onun güzgüyə baxanda özünü necə görməyindən asılı gəlir. Mən fikirləşirəm ki, qadın öz üzərində işləməlidir. Birinci, iç dünyasını zənginləşdirməlidir. Bu vacibdir. Və gözəllik məfhumu mənim üçün bir şəxsiyyət kimi harmoniya deməkdir. Yəni, zahiri gözəlliyi ilə
daxili gözəllik mütləq ki, vəhdət təşkil eləməlidir. Mən hər zaman deyirəm bütün tələbələrimə ki, siz yaxşı peşəkar usta ola bilərsiniz, yaxşı ana ola bilərsiniz, amma siz qadınsınız və hansısa cəmiyyətə çıxırsınız. Bilmirəm, avtobusda da siz özünüzü aparmağı bacarmalısınız. Bir dostunuzla danışmağı bacarmalısınız. Burada ailə var, baldız var, qaynana ilə var. Ən böyük başlıca, bəli, başlıca cəhət bilirsiniz, qadın öz yerini bilməlidir. Ana öz yerini bilməlidir, bacı öz yerini bilməlidir. Yəni bu mütləqdir. Və bunlar hamısı vəhdət, bəli, kompleks, harmoniya olmalıdır. Və bunlar hamısı qadının gözəlliyini təşkil edir. Bircə zahiri gözəlliyi deyil. Bax, dediyimiz o zahiri gözəlliyi düzəliş eləmək üçün, o qalıcı vizaj üzrə master olmaq üçün hansı bilik bacarıqlara sahib olmaq lazımdır və günümüzdə bütün sahələrdə olduğu kimi sizin sahədə də qeyri-peşəkarlar kifayət qədər çoxdur. Qeyri-peşəkarların korladığı işi düzəltmək üçün çoxmu əziyyət çəkirsiniz? Çox əziyyət çəkirik. Ona görə də mən hər zaman deyirəm ki, peşəkar nə deməkdir? Peşəkar oxumalıdır birinci və mütləq ki, üstə gəlir təcrübə. Təcrübə də olmalıdır. Təcrübə olmayanda belə bəzi çətinliklər olur, hansını ki, biz düzəliş eləməli oluruq və hər zaman düzəlişlər, istəyir musiqidə olsun, istəyir hansısa bir incəsənətdə olsun, bizim də işimiz incəsənətdir. Hər hansı bir, məsəl üçün, müəllim üçün də olsa, bu yenidən biliklərini artırmaq, bu başqadır. Bir də biliklərini dəyişmək, bu lap çətindir. Ümumiyyətlə, hər bir dəyişim çox çətin məsələdir. Və ona görə bacardığımızı biz beynəlxalq məktəbimizdə təhsillərini artırırıq qızların ki, bu, yəni, hansısa səhvlərə yol verməsinlər. Mən onlara hər zaman deyirəm ki, yəni, permanentdə olan bütün səhvləri mən eləmişəm. Sizin bircə səhvə ixtiyarınız yoxdur. Yəni, çünki mən sizə o qədər təhsili verirəm. İtaliyada, Serbiyada, nə bilim, Moskva, Peterburq, Ukraynanın 2 dənə şəhəri, bunlar çox vacibdir və mən bunları sizə verirəm. Çünki müəllimlik müqəddəs bir sənətdir. Mən istəyirəm ki, siz məndən də daha da tanınmış olasınız, daha da peşəkar olmalısınız. Bəylər necə? Bəs müraciət edirmi günümüzdə Azərbaycan? Bəli, bəylər də, bilirsiniz, indi belə bir dövrdür. Bəylərin də yaraşıqlı olma haqqı var da. Bəli, buna metroseksual deyirlər, yəni bu dildə. Və mən çox sevinirəm ki, bizim bəylərimiz artıq manikür eləyir, pedikür eləyir, yəni təmizlik işini eləyirlər. Başa düşürsünüz? Bu mütləq deyil ki, dırnaqlarını boya eləsinlər. Yox. Yəni bizim dində də bəy təmiz olmalıdır. Bu birincidir. Və bu təmizlik də əslində yəni gözəlliyidir. İmandan gəlir. Bəli, imandan gəlir, gözəlliyidir. Yəni qadın gözəlləşə bilər. Bu onun üçün halaldır. Kişi üçün gözəlləşmək biraz haramdır, ona görə də təmizlik vacibdir. Və təmiz olmaq üçün, dəri təmiz olmaq üçün, gözəl görsənmək üçün bəzən bizə də müraciət edirlər. Baxımlardan istifadə eləmək olar. Müraciət edirlər və biz bacardığımız qədər bəylərə də o prosedurları eləyirik, amma yenə deyirəm, təbiiliyi qorumaq şərti ilə. Bəli, bu kişinin o kişi cizgilərinə uyğun, yəni oradan çıxmamalıyıq. Demək deyil ki, yəni sən sabah gedəsən hansısa bir estetik, dolğu, botoks eləyəsən. Baxımlıq odur ki, sən təmiz olmalısan. Yəni kişidən də gözəl bir qoxu olmalıdır ki, yəni hansısa bir... Mən şəxsən daha çox belə hörmət edirəm, özünə baxımlı. Yəni sənin hər tərəfin belə bir şəffaf olmalıdır ki, yəni sən hansı bir yerə gələndə, hansı bir məclisə... Bilinsin ki, Əkbər bəy oradadır. Yəni fikirləşirəm ki, səndən gözəl bir iyi, gözəl bir ətir, gözəl bir səliqəli, hər şey təmiz olmalıdır. Hər zaman. Yəni bu sırf qadına xas olan bir şey deyil. Yəni ümumiyyətlə insan saf olmalıdır, təmiz olmalıdır. Həm qəlblə, həm vücudla, hər tərəf. Elə qəlb təmiz olanda simaya da yansır. Həm də insan cavanlaşır. Bax, deyirsiniz Əkbər bəy, çünki insanın qəlbində paxıllıq yoxdur, kin-kudurət yoxdur. Bilirsiniz, bu qəlbin təmizliyi, hafız yoxdur. Biraz o balaca bir paxıllıq, nəsə olanda artıq insan qocalır. Bəli, bəli. Tam başqa bir üslubunda olur. Ona görə yəni mən ümumiyyətlə belə şeylərə önəm də vermirəm, həm də başa düşmürəm bu insanları. Yəni paxıl insanları anlamıram. Paxıl olmaz. Yəni bilmirəm, tanımıram. Mən bilmirəm necə olurlar ki, yəni paxıl olurlar. Yəni çox maraqlıdır bax. O rəssamlıq kimi sayılırdı, o qalıcı vizaj. Bir-bir çəkirsiniz o tükləri. Bəs onda hər hansı bir gözəl musiqi dinləyirsinizmi? Mütləq. Xanım yanımda da assistentim. O təsdiqləyər, yalan deməyə qoymaz. Oradan açırsınız Əkbər bəyi falan. Bilirsiniz, musiqi mənim üçün mütləqdir. Mən salonumda ruhunuz gözəlləşir, gözəllik yaradır. Ruhum dincəlir.
Yəni istəyir klassik olsun, istəyir bizim Azərbaycan millətinin çox böyük, dərin mədəniyyəti, ənənələri var və biz bu mədəniyyəti qorumalıyıq. İstəyir musiqi, istəyir bizim yemək sahəmizdə, yəni kulinariyamız möhtəşəmdir. Dünyanın heç bir ölkəsi bizim qədər belə mədəni irsə malik deyil. Yəni ona görə də biz musiqimizi də saxlamaq və keyfiyyətli musiqiləri hər zaman bəli, bayağılıqdan uzaq olmalıyıq biz. Mütləq vacibdir. Ona görə çox xoşbəxtəm Əkbər Əliyevi çağırmısınız. Vallahi. Ruhum açdı. Çox sağ olun. Neyləmək lazımdır ruhum açdı. Təəssüflər olsun ki, indiki dövrdə biz həqiqətən bəzi kanallarda qarşılaşırıq ki, yəni hansı bir bayağı musiqini biz qulaq asırıq. Amma buna baxmayaraq ki, o da, yəni o da nə vaxtsa Bizlər olmalıdır ki, siz yaxşıların bir qədri dövrdür, bilirsiniz. yəqin ki, keçid dövrüdür. Hərdən biz bilirsiniz, sənət insanlarıdır küsürük kanallardan ki, yəni nə vaxta kimi bu bayaqlığı sizi dəvət edəcəksiniz, artıq bu formatdan siz çıxmalısınız. Amma buna baxmayaraq yenə də bu böyüyür, yəni sonu yoxdur. Çox haqlısınız. Mən inanıram ki, nə vaxtsa televiziyalarda bu bərbad format son qoyacaqlar. İnşallah və gözəl ifaçılar, çünki bu ölkədə, Azərbaycan ölkədə, yəni gözəl ifaçılar var. Onlar da qalıb qıraqda gözləyirlər öz vaxtını. Hərəmiz öz işimizə cavabdehlik daşıyırıq deyə mən bütün Xoş Sabaha, bütün MTV-yə cavabdehlik daşıyaraq demək istəyirəm ki, biz bacardığımız qədər Əkbər bəy, tam Səfər zamanı musiqi departamentimizin əsas nümayəndələrindən, dəyərli dostumuz, hər zaman çalışır ki, bax sizin kimi, sizin timsalınızda digər keyfiyyətli səsləri, gözəl avazları təqdim eləyək. Həm dinləyək, həm təqdim eləyək. Təşəkkür edirəm. Sevə-sevə. Səhnə sizin. Buyurun. Derdim bitmez, yazsam kitap sayfa yetmez. Sen uzaklarda olanda boğazımdan suda geçmez. Kimi görsem sarmaş dolaş, düşünürem olsaydın kaş. Bu yüreğim kalar çaş baş, solar sensiz yavaş yavaş. Kalbim elinde, son sözüm sende. Böyle bir fırsat düşmez kimseye. Hadi hadi durma, hadi oynat sen keyfini hiç bozma. Hadi hadi durma, uzak olmaz sevgimiz için oyna. Hadi hadi durma, hadi oynat sen keyfini hiç bozma. Hadi hadi durma, uzak olmaz sevgimiz için oyna. Son sözüm sende. Böyle bir fırsat düşmez kimseye. Hadi hadi durma, hadi oynat sen keyfini hiç bozma. Hadi hadi durma, uzak olmaz sevgimiz için oyna. Hadi hadi durma, hadi oynat sen keyfini hiç bozma. Hadi hadi durma, uzak olmaz sevgimiz için oyna. Hadi hadi durma, uzak olmaz sevgimiz için oy.
Çox təşəkkür edirəm. Təşəkkürlər. Sevgimiz üçün oynadıq, hamımız oynadıq burada. Çox sağ olun. Hamımız burada yerimizdə dayana Təşəkkür bilmirdik. edirəm. Çox sağ olun. Həqiqətən sevgimiz üçün Hakan oynadıq. Erola və Leyli Erola təşəkkürlərimi bildirirəm ki, bu mahnını mənim Çox üçün gözəldir, mahnıdır. təqdim Ruhumuza edilər. oynatdıq. Çox sağ olun. Çox Təşəkkür təşəkkürlər. edirəm. Nə kimi yeniliklər var? Bax elə işlərdən danışmışkən. Yeniliklər, yəni bizim işimiz nədən Dayanmaz, ibarətdir? dayanmadan, Yəni durmadan. işlə yəni həmişə biz məşğuluq. Kaş mahnısını təqdim elədim, klipi təqdim elədim. Yəni bu günə qədər bu mahnını və klipi təqdim edirəm gözəl verilişlərdə. Yeni mahnılar gəlir, yeni layihələr gəlir, yeni işlər gəlir. Yəni maşallah, maşallah, çox şükür ki, yəni mən həqiqətən yenə də çox şanslı bir insanam ki, 95-ci ildən bugünə qədər öz aktualımı çalışıram qorumağa. Yəni itmirəm, depressiyaya Tərzinizi düşmürəm. dəyişmirsiniz. Hə, yəni yenə də deyirəm ki, az hallarda bəlkə də kimsə məni hardasa, yəni efirlərdə görə bilər, amma yenə də hər günüm yəni işlə dolu bir günüm keçir. Yəni yoxdur ki, mən oturum, fikirləşim ki, ay mən neyinim, hara çıxım, harda ifa eləyim, hansı səhnədə ifa eləyim. Bugünə qədər öz aktualımı qoruyuram və çox şükür ki, yəni yenə də deyirəm ki, yəni bu sənət belə bir sənətdir ki, yəni sən mütləq para qazanmalısan ki, yəni nəyisə etməlisən həyatda. Çox bahalı kliplər çəkirsiniz. Təbii, yəni ona görə yəni komandam var, öz ansamblım var, gözəl məclislər var, gözəl korporativlər var, gözəl özəl yerlərə çıxıram. Yəni Bakının Özdə izləyicilərinizi də çox gözəl ələ almağı bacarırsınız. Mən sizin dəfələrlə el məclisinizdə olmuşam, hansı ki siz aparıcılıq, siz o məclisi apardığınız el məclislərində belə qonaq qismində olmuşam. Heç kim əyləşməmişdi. Hamı ayaq üstə. Musiqiçi də amma psixoloqdur. Eynən. O da yəni vacibdir. Oranın kontingentini artıq tutur. Vacibdir. Olduğu yerin 300 nəfər, ab-havası. qoy olsun 500 nəfər. Var insanlar, müğənnilər çıxırlar, baxmırlar ümumiyyətlə kim qarşıda oturan insanlara ümumiyyətlə önəm Əsxətini dəyişmirlər. Hə, gözləyirlər onu ki, tez məclis bitsin, pulumu götürüm, çıxım gedim evə. Amma mənim üçün çox önəmlidir. Mənim üçün əgər mən çıxıramsa səhnəyə, mən mütləq bu bayramı insanlara yönləndirməliyəm. Yəni həm onların bayramı deyil, mənim də bayramımdır. Ona görə hər məclisi mən belə bir aparmalıyam ki, həm mən, həm mənim musiqiçilərim, həm qonaqlar möhtəşəmliklə yəni bu məclisdən çıxsınlar. Bu mənim mövqeyimdir. Yəni bu mənim üçün çox önəmlidir. Çox gözəl. Mən düşünürəm ki, elə insan sevdiyi işlə məşğul olanda artıq iş yox, eşq yaşamış olur. Ən sevdiyim işdir. Ən sevdiyimiz. Elə mənə deyirlər ki, hətta biz həftənin 7 günü çalışırıq. Deyirlər ki, səhər tezdən xanımlar üçün çətin olur məlum məsələ. Bəylər kimi rahat olmur da. Biz pencəyimizi geyinir çıxırıq. Hər gün fərqli obrazda, obraza uyğun saçımız, saçımıza uyğun vizajımız, vizaja uyğun aksesuar, ona uyğun ayaqqabı və sonda hazır saat hər gün səhər saat 10-da artıq hazır. Sabahınız xeyir olsun deyirik izləyicilərə. Amma deyirik ki, həqiqətən də istənilən halda işi sevgi ilə gördüyünüz sizi axı heç kim vadar eləmir ki bu işini. Yəni siz öz ürəyinizdə olan o hisslərini insanlara çatdırırsınız. Ona görə mən sizə sonsuz təşəkkürlərimi bildirirəm. Çünki siz həqiqətən öz sənətinizi, öz peşənizi sevirsiniz. Çox təşəkkür edirəm, çox minnətdaram. Və burada olan xanımlar da təbii ki, yəni onlara da şamil. Xanımlardan soruşmaq istədim. İşi eşq qatdığımız təqdirdə məncə o iş, o görüntü daha da gözəlləşmiş olar. Məncə sizin işinizin sonunu görmək sizi daha da çox motivasiya eləyir. Çünki biri var ki, sıfır yox idi heç nə və yaratmaq. Ümumiyyətlə, yaratmaq Allaha məxsus heç, amma qadınlar da yaradırlar. Qadınlar bir başqa gözəl yaradırlar. Hələ sizin kimi dəyərli rəssam, master və bir məqam da qeyd eləmək istəyirəm ki, sizin təsis etdiyiniz SD School Baku haqqında istəyəcəm məlumatlandırasınız. Kimlər iştirak eləyə bilər bu tədbirlərdə, təlimlərdə, dərslərdə kimlər iştirak eləyə bilər? Dahi Nizami Gəncəvi deyib, eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin? Eşqsiz olsaydı xilqətin canı, dirilik sarmazdı böyük cahanı. Eşqsiz ümumiyyətlə heç bir addım mümkün deyil mənim üçün və ona görə də hər bir işi, bir stəkan çayı da eşqlə, sevgi ilə vermək lazımdır ki, o çay da biz Azərbaycanlılar üçün bu çox önəmlidir. Ona görə onu da biz ikram edirik qadınlara bir sevgi ilə, bir gözəlliyi ilə. Yanında mütləq gül qoymalıyıq, bir şam qoymalıyıq bizim studiyamıza gələn qadınlar. Çünki mən bunu sevirəm.
və mən onu qadınlarımıza bu sevgini verirəm. Əkbər bəy dediyi kimi, bu sevgini verməsən, o sevgini sən alamazsan. Bu böyük bir energetikadır. Ona görə də sən aldığın paranı, pulu da yəni xeyrini yaşaya bilməzsən. Mütləq ki, bu haqq eləməlisən də, layiq olmalısan. Mütləq layiq olmalısan. Yəni biz halallıqla bir işimizi görürük, çünki biz peşəkarıq. Amma biz sevgi də qatmalıyıq ki, o pulun, paranın xeyrin görək. Bizim məktəbimizlə bağlı hər hansı bir yaş dövrlərində qadınlar gəlir mənim yanıma, 18 yaşında xanımlar. Bir də görürsünüz, hansısa bankda pensiyaya çatmış bir xanım gəlir, mənim tələbəm olur və mən çox sevinirəm ki, mən hansısa bir yol açmış oluram o qadına. Öyrənməyin yaxşı yoxdur. Bilirsiniz, çünki bu gözəllik sahəsidir. İstənilən bir adam gəlib bura qatıla bilər. İşləmək istəyirsə, əlbəttə. Bilirsiniz, çətin yol hər zaman belə enişli yoxuşlu olur və mən bir qadın olaraq hər zaman deyirəm ki, bəylərimiz sizə çox hörmət eləyəcək. Siz özünüz işləsəz, öz ayağınız üstündə dayansaz, özünüz, özgüvəniniz olsa, heç kim sizi yəni qadınlığınızdan qırağa çıxarda bilməz. Bəli, mütləq ki, bizim dostlarımız da bizə hörmət eləyir, atamız da, yəni nə bilim, qardaşımız da, yanımızda olan oğlumuz da. Niyə görə? Çünki biz özümüz halal zəhmətimizi qazanırıq. Əlbəttə. Əlbəttə ki, qadınlıq. İndi ümumiyyətlə Azərbaycanda tendensiya biraz fərqli yanaşdı. Bəli. Düşünürlər ki, qadın artıq özgüvənli, biraz gəlin real etiraf eləyək də ki, işləmək və öz üzərində işləməkdən əlavə öz qazancını qazanmaq, sərbəst olmaq, bu belə deyil. İstənilən halda bizə uşaq vaxtından öyrədilən analarımızdan çox gözəl mənəvi dəyərlərimiz var. Ata baş tacıdır. Həyat yoldaşı o görə üzümüzün daşıdır. Həqiqətən də mən düşünürəm ki, o milli mənəvi dəyərlər necə ki bizim analarımız, nənələrimiz bizə aşılayıb, uşaq vaxtından qulağımıza pıçıldayıb. Biz də onu elə öz evlatlarımıza, öz qızlarımıza aşılamalıyıq. İndi hal-hazırda o gender bərabərliyi deyib, o müəyyən daxili, o sosial mövzuları. Amma yenə də bizim Azərbaycan qadını nə qədər olmasa biz analarımızdan görmüşük, bizim həkim analarımız, nənələrimiz olub, yəni deputat qadınlarımız olub. İndiyənəcən hələ də yenə də var. Çox sevinilir. Bizim birinci vitse-prezidentimiz Mehriban Əliyevamız var. Biz ona baxıb qürur duyub, ona biraz bəli oxşamağa çalışırıq. Və ona görə də əlbəttə ki, qadın böyük qüvvədir. Öz xanımlığını Azərbaycan xanımı saxlamalıdır, qoruyub saxlamalıdır. Heç bir şeye baxmadan, pula, paraya, yəni statusa, heç bir şey buna yəni müdaxilə eləməməlidir. Mütləq ki, Azərbaycan qadını öz statusunu saxlamalıdır. Mən düşünürəm ki, çox gözəl və qədərində çıxışdın və bir mövzu da var ki, bəzi insanlar Fidan xanım kimi ancaq öz sahəsindən deyir, mən danışmaq istəyirəm. Hə, Fidan xanım, qeyri-mövzularda sual verəndə belə ötəri deyir, hə, yox, öz sahəsindən sual verəndə də danışır gözəl formada. Fidan xanım, gündəlik iş qrafikiniz necədir? Gündəlik iş qrafikimiz səhər açılanan 7-8 saat ən yaxşı halda dərs keçirik, belə 10-12, hətta bəzən 15 saat dərs keçir. Yəni çox ağır iş qrafiki olur əslində, belə deyək, o qrupdan çıxıb o qrupa dərsə giririk. Tədris əlbəttə çətin olacaq. Bəli, yəni çox gərgin və yorğun iş qrafikimiz var. Aha, siz bu arada müəllimlərimizin təkmilləşdirilmə kurslarını da tətbiq edirsiniz ki, ümumiyyətlə təkmilləşdirmədə müəllimlərin ən çox ehtiyac duyduğu sahə hansıdır və yeni nəsil müəllimlərin təcrübəsində, təkmilləşməsində nə kimi yeniliklər var? Açığı özümdə yeni nəsil bir müəlliməm, yəni belə deyim də çox böyük bir təcrübədən çıxış eləyə bilməyəcəm sizə, ancaq bunu deyə bilərəm ki, mənim tədris elədiyim müəllimlər arasında, yəni yaşı 30-u, 35-i, 40-ı keçmiş hətta müəllimlər də var. Yəni onlar da yeniliyi öyrənmək istəyirlər. Məsələn, elə müəllimlər olur ki, ümumiyyətlə onlayn tədris keçmək istəyir, amma hansı resursdan istifadə etsin, necə etsin, nəyi necə etsin, tələbəni necə toplasın, bu barədə heç bir məlumat yoxdur, onları öyrədirik. Daha sonra metodika, elə müəllimlər, elə insan var ki, savadlıdır. Həqiqətən də həmin müəllim peşəkardır, savadlıdır, amma onu necə ötürəcəyini bilmir, onu necə tədris edəcəyini, fəni uşağa necə sevdirəcəyini bilmir. Hansı ki, biz həmin bu məsələlə həm psixoloji yanaşma, həm belə deyək, təhsil sahəsindən yanaşma, yəni hər birini biz ortaya qoyuruq və həmçinin həmin müəllimlərə dərslərdə iştirak haqqı veririk ki, real dərs mühitində görsünlər ki, aha, deyək ki, 90 dəqiqə bir dərs vaxtıdır və 90 dəqiqəni necə bölmək olar. Hətta mənə bir tələbə müraciət eləmişdi ki,
müəllimə, mən bəs əslində hazırlığınıza yazılmaq istəyirəm müəllimlərin təkmilləşmə kursuna. Biraz pul toplayım, bir neçə hazırlıq keçim, amma 1 saatı mən bilmirəm nətər doldurum. Yəni onu doldurmaq kimi baxmamalıyıq. Dərsin evdə ev tapşırıqlarını yoxlama qaydası var, sınaq vaxtı var, sual-cavab vaxtı var. Yəni hər bir şey orada öz axarını tapmalıdır ki, həm uşaq bezməsin, nə əyani dərsdə, nə onlayn dərsdə. Uşaq bezmədən öyrənsin. Bəli, qədərində. Müəllimlərimizə də bunu aşılamağa çalışırıq. Məncə həyatda hər bir şey qədərində olmalıdır. Hətta biz mətbəxdə belə qədərində qidalanmalıyıq ki, sağlam olaq və sağlam enerjimizdə olaq, amma kökəlməyək. Kökəlməyək, ona görə də günümüzdə ümumiyyətlə bu dietik şirniyyatlar çox məşhurdur və adını qoymadığımız bir salatımız da var idi bizim bayaq burada. Aytəmiz xanım, nə qəşəng adınız var sizin belə? Adınızın mənası nədir? Ay kimi təmiz. Ay, nə gözəldir. Hə, nə gözəl adı var, Aytəmiz. Çox gözəl. Bu arada, tutun mikrofonunuzu tutun zəhmət olmasa. Bu arada bu salatın adı yox idi bayaq. Nə qoyuruq bunun adına dəyərli redaktorumuz? Quzu salatı. Olar, elə uyğundur. Yoxdur belə salat, hə? Ümumiyyətlə quzu salatı yoxdur. Yox. Quzu adında salat yoxdur. Bu salatın adını Qurban Bayramına özel olaraq studiyamızda hazırlanan bu salatın adını quzu salatı qoyuruq. Dəyərli xanımlar, dəyərli izləyicilər, elə bəylərin özü də axşam süfrənizə nə hazırlayım deyə sual verirsinizsə, ev sakinlərinə ünvanlamayın. Artıq o sualı biz cavab tapdıq sizin üçün. Bayram süfrənizi bu quzu salatı ilə birlikdə bəzəyə bilərsiniz. Quzu salatımızın inqridiyentləri nə idi? Yumurta qaynadılmış, lobya, konservləşmiş lobya, duzlu xiyar, qat-qat elədiniz də səfər eləməsi onu, hə? İçində mən yerkökü də gördüm, sonra qarğıdalı da gördüm, üzərində də şüyütlə dekor elədi bizim dəyərli Aytəmiz xanım. İstənilən halda sadə və praktik evdə nə var hamısını qatın bir nə olacaq salat, dadlı olacaq amma əmin olun. Üstünə də bir quzunun dekor qəlibdən çıxartmışsınız belə. Bəli, hazır indi qəlibdən çıxart. Nə maraqlıdır. Qurban Bayramına özel olaraq quzu salatı və quzu tortu dəyərli izləyicilərimiz. Siz də istəyəcəm sonda Qurban Bayramı ilə bağlı izləyicilərimizi, sevənlərinizi, tələbələrinizi təbrik eləyəsiniz, söz sizin. Hər kəsin Qurban Bayramı münasibətilə təbrik edirəm. Allah hər kəsin evinə ruzu, bərəkət yetirsin inşallah. Sevə-sevə bu salatdan hazırlaya bilərik. İnşallah. Efirdən sonra bizim dəyərli qonaqlarımızla birlikdə bu gözəl dietik tortumuzun dadına baxacağıq. Dəyərli izləyicimiz, siz də göz haqqınızı hal eləyin. Əgər dadına baxmaq istəsə, durun gəlin MTV-yə və yaxud da elə Aytəmiz xanımın sosial şəbəkəsindən sifarişlər qəbul edirsə Aytəmiz xanım? Əlbəttə ki. Sifarişlər də qəbul edir Aytəmiz xanım. Odur ki, axşam belə Qurban süfrənizi, Qurban Bayramı süfrənizi necə bəzəmək istəyirsinizsə, bizim bu inqridiyentlərimizdən siz də istifadə edib gözəl bir formada, əsas ki, sevgi ilə hazırlayın. Ən əsas, işinizə sevgi qatın. Hazırladığınız o təamları da sevgi qatın ki, övladlarına sizin sevgi ilə hazırladığınız həmin o təamların dadına baxaraq hər zaman sağlam olsunlar. Proqramımız bugün çox sürətli keçdi həqiqətən də. Aytəmiz xanım, çox dərin təşəkkür edirəm sədaqətimizi qəbul edib gəldiyiniz üçün. Dəyərli qonaqlarımızı istəyəcəm sizdən də sonda fikirlərinizi alaq. Fidan xanım, çox dərin təşəkkür edirəm sizə. Cəmilə xanım, sizə. Dəyərli Əkbər bəy, sizə çox dərin təşəkkür edirəm. Fidan xanım, sizdən istəyəcəm sonda fikirlərinizi bildirəsiniz və uğurlu ingilis dili bilmək üçün nə etməlidirlər? Ümumiyyətlə şagirdlərinə, tələbələrinizə tövsiyələrinizi verməyi istəyəcəyik. Əvvəlcə doğru metodika istifadə etməlidirlər. Yəni öyrənmək var hər zaman deyirəm. Düzgün şəkildə öyrənməlidirlər, öyrəndikləri bilikləri. Hansı ki, ingilis dilində bilirsiniz ki, yəni milyonlarla söz var. Hansı ki, aktiv lüğət bazasından istifadə etməlidirlər. Daha çox, yəni praktik yönümlü olmalıdırlar. Yəni öyrəndim, sözü öyrəndim. Bəs onu istifadə etməyəcəksə, onu nə üçün öyrənmişik? Tətbiq eləmək lazım. Bəli, mütləq şəkildə onu tətbiq etməlidirlər. Yəni bütün biliklərini yazılı şəkildə, danışıq şəkildə və mütləq şəkildə yüksək motivasiyalı olmalıdırlar, rəqabət aparmalıdırlar bir-birlərinə. Bir-birlərinə müqayisə etmək yox, rəqabət aparmalıdırlar. Yaxşı mənada ki, mənim hazırlıq yoldaşım bu qədər bal toplayıb deyə sinif yoldaşım, bəli, sağlam rəqabət aparmalıdırlar ki, mən daha çoxunu toplayım, mən daha da irəli gedim və hər zaman deyirəm, bunu da deyib yekunlaşdıracağam. Ən birinci özləri ilə rəqabətdə olsunlar. 2 ay əvvəlki öz versiyalarından, 2 ay əvvəl necə idim? 2 ayda məndə nə qədər dəyişiklik oldu? 3 ayda məndə nə qədər dəyişiklik oldu və belə olduğu halda tələbələr inanıram ki, uğurlu olacaqlar. Hər zaman yaşımızdan asılı olaraq dünənki mənlə, dünənki özümüzlə müqayisə eləməliyik özümüzü. Fidan xanım yaşının gənc olmasına baxmayaraq ilkin təəssürat olaraq bizdə çox peşəkar təəssürat
formalaşdırdı. Əminəm ki, siz bu nöqtəyə gələnə qədər çox böyük əziyyətlər çəkmisiniz, əzmkarlıq göstərmisiniz. Bugün də onun bəhrəsini görürsünüz. Hər zaman işlərinizdə uğurlar, sizdə hər zaman savadlı şagirdlər, Azərbaycanımıza savadlı vətəndaşlar arzulayıram. Təhsil vacibdir, təhsil mütləqdir. Təbii, hər kəs ali təhsili olacaq deyə bir şey yoxdur, amma peşə təhsili də olsa, ali təhsil fərqi yoxdur. Əgər hal-hazırda bizi izləyirsinizsə, elə günü bugündən təhsilinizin davamını gətirə bilərsiniz, yaşınızdan asılı olmayaraq. Cəmilə xanım, hər zaman gözəllik yaradın. Hər zaman biz də sizi görək, gözləriniz gözəlləşsin sayənizdə. Çox sağ olun, çox təşəkkür edirəm. Sonda sizdən tövsiyələrinizi istəyəcəm. Çox sağ olun. Tövsiyə edirəm xanımlar ancaq peşəkarların yanına getsin, araşdırsınlar, ancaq peşəkarların yanına getsinlər. Və mən çox sevinirəm ki, bizim qadınlarımız günü-gündən daha da gözəlləşir. Yəni, qadın gözəlləşdikcə ətrafı gözəlləşir. O deməkdir ki, bizim vətənimiz çox xoşbəxt, gələcəyi olacaq. Bəli, əslində sizdə çox sevdiyim kriteriyalarınızdan, xüsusiyyətlərinizdən biri bu oldu ki, siz hər tərəfli xanımsınız. Müxtəlif sahələrdə özünüzü sınamısınız və təkmilləşdirmişsiniz həqiqətən də. Çünki bəzi hallarda olur ki, estetik sahələr ağlınıza gələn düşünür ki, ancaq elə müəyyən manipulyasiyalar eləyirlər, amma sizin intellektual səviyyəniz, sizin araşdırmanız, ədəbi tərəfdən, poetik tərəfiniz və əsas dünya görüşünüz qəlbimizdə xüsusi yer. Çox təşəkkür edirəm. Belə deyim, həbs elədi sözünüzü ora. Sizi tanımaq çox xoş olur, şəxsən tanımaq və Əkbər bəy, çox dərin təşəkkür edirəm sizə. Mən sizə sonsuz təşəkkürlərimi bildirirəm. Həqiqətən bu studiyanın göz mıncığı olmaq böyük bir şərəfdir. 4 xanım bu studiyada. Biz xanımlar sizi məmnun etmək üçün bugün çalışdıq. Həqiqətən xoş sabah aldım sizdən. Xoş auranı aldım sizdən. Mən indi özümə deyirəm ki, mən çalışaram yenə də sizin efirinizdə olum. Həqiqətən böyük bir zövq aldım. Fidan xanımı, Cəmilə xanıma təşəkkürlərimi bildirirəm. Sizə böyük uğurlar arzu edirəm. Məncə bizi izləyən bütün tamaşaçılara Aytəmiz xanımın əllərinə sağlıq. Bəli, əllərinə sağlıq və Qurban Bayramı münasibəti ilə bütün xalqımı təbrik edirəm. Allah bütün qurbanları qəbul olunsun, niyyətləriniz qəbul olunsun, hamı sağlam olsun və xoşbaxt olsun. Çox təşəkkürlər, amin. Bu dualara, bu gözəl sözlərə yalnız amin deməyə düşür bizdə. Amin inşallah. Və istəyəcəm ki, necə ki sizin gəlişinizlə studiyamıza başqa bir rəng gəldi, başqa bir avaz, başqa bir canlanma gəldi. Sizin ifanızla da bugünkü həftəmiz, bugünkü günümüz buradaca yekunlaşacaq. İstəyəcəm elə sonunda sizin mahnınızı alaq. Bura vətəndir. Bura vətəndir deyəcək bizim dəyərli Əkbər Əliyev. Bugünlük bu qədər. Özünüzdən və ruhunuzun gözəlliyinə müğayət olun. Təkrar bayramınız mübarək, xoş həftə sonları, hər zaman gözəl dualarınız qəbul olsun. Xudafiz. Bura vətəndir balam, gülü bitəndir balam, əlim çatandı, ünüm yetəndi, bura vətəndi, bura vətəndi. Kepes ucadı ucadı, yarım ucadı, yolu halçadı halçadı, yarım halçadı, gülü gönçedi gönçedi, yarım gönçedi. Geden güzelin güzeli, eli gencedi, geden güzelin güzeli, eli gencedi. Bura arazdı arazdı, balam arazdı, suyu da yazdı da yazdı, balam da yazdı. Gemi buz tutur balam buz tutur. Neynim ayazdı ayazdı, neynim ayazdı, neynim ayazdı ayazdı, neynim ayazdı. Bura vətən
çatandı, ünüm yetendi. Bura vətəndi, bura vətəndi, bura vətəndi, bura vətəndi. Bu el Şuşadı, Şuşadı, yarım Şuşadı. Güzel Şuşadı, Şuşadı, yarım Şuşadı. Üzme gülünü, gülünü, yarım gülünü. Gülü koşadı, koşadı, güzel Şuşadı. Gülü koşadı, koşadı, güzel Şuşadı. Bu el şəkidi, şəkidi, balam şəkidi. Gözəl şəkidi, şəkidi, balam şəkidi. Yenə dünyadan, dünyadan, balam dünyadan. Əzəl şəkidi, şəkidi, gözəl şəkidi. Əzəl şəkidi, şəkidi, gözəl şəkidi. Bura vətəndi, gülü bitəndi. Əlim çatandı, ünüm yetəndi. Bura vətəndi, bura vətəndi, bura vətəndi, bura vətəndi. Bura vətəndi balam, gülü bitendi balam. Elim çatandı, ünüm yetendi. Bura vətəndi, bura vətəndi.